Kanalımıza verdiği desteği için New Yorker brendine büyük teşekkürümüzü bildiririk. Axşamınız xeyir olsun əziz çənəyə baxan və mənim gözəl fanatlarım. Bir dənə də girəm. Axşamınız xeyir olsun əziz çənəçilər və mənim bir nömrəli fanatlarım. Fərqi yoxdur. Oğlan, qız hamınızı çox sevirəm. Həmişə kimi baxın. Yaxşı bir də girərəm evə. Axşamınız xeyir olsun əziz çənəçilər. Bəli, yenə də biz hər axşam olduğu kimi bu axşam da sizin YouTube kanalınızdayıq. Məsələn, belə çox səmimi girə bilmirəm. Axırıncıdır. Axşamınız xeyir olsun əziz sənətçilər və mənim bir nömrəli fanatlarım. Əlbəttə ki, yenə də biz efirdəyik. Bu gün çox möhtəşəm qonağımız var. Bəli, artıq 6-cı, 7-ci dubldan girməyimə rəğmən başa düşdünüz ki, bugünkü qonağımız məşhur müğənnilərin mahnılarını yazan, məşhur reperlərin mahnılarını pozan, fast flow ilə başlayıb müğənniliyə keçən, ilk pul qazanmağın yolunu tapan adam, axır ki, 3-cü dəfə Atalar 3-dən deyib, axır ki, o adamı xahişlə, minnətlə bir 5-6 manatda kartına atdıq ki, day, beyzin vur, gəl, Yapondur, Yapon. Xoş gəlmisən. Hər kəsə salamlar, hər kəsə salamlar. Bayramınızı da təbrik edirəm. Sağ ol, sağ ol. Sizi izləyən hamının da bayramını təbrik edirəm. Show biznes başqadır ya. Öləcəkdir. Bayram. Bir iki dəfə kruqda oturdu. 3-4 dəfə bayram olub, heç kim bayramı təbrik eləmir. Dəyişmək lazımdır. Hə, rep atandan elə bir əla. Məşqəzədə başlamısan elə bir. Görmüsən bayaq grim zat soruşurdum. Mən deyir ki, grim var, deyirəm mən grim rep verir. Bir də mənə bax maska ilə çıxıram. Grimin Saçma bir də. sən underground. Biz getmədik də elə bir show biznesə. Biz qaldıq Biz burada. bizə gəlirdi. Hə, biz burada qaldıq. Biz burada qaldıq. Biz burada qaldıq. Necəsən? Yaxşıyam, hər şey qaydasındadır. Yaxşı olarsan da brat. Sənə hər dəfə olay yazda zətdə görürük. Əvvəllər Master Rap Detamonda görürdü. İndi keçmiş yoca Xəzər Bizdə TV-də var zətdə. olayızda hərdən bir Hə, olur. bizdə olur da. Olay yazda sizi də görürəm də, hə. Amma sən daha tez-tez görürsən. Axırıncı və NATO-nun videosu paylaşmışdılar. Elə deyəsən bir dənə oydu. Bir də deyəsən o vaxt nəsə pisdə şeyə paylaşmışdılar. Yoxsa biz pis Hə, paylaşmışdıq. pastorla nəsə olmuşdu. Hə, nəsə olmuşdu. Hə, pastorla bağlı. Uje yaxşı şeylər paylaşırlar, demək ki, yaxşı yoldayıq, düz yoldayıq. Bəli. Sən necəsən? Axır ki gəldin bura. Yaxşıyam, mən albom üzərində işləyirəm, romantik albomu. Səndən qıstati onun posterini kim fırlatmışdı? Hansısa bir xarici reper çıxdı, yoxsa adını fırlatmışdı? Deyim də, deməli o ad altında Türkiyədə bir reper var. Motiven romantik adlı albom var. Amma sən birinci idin. Yo, o məndən əvvəl paylaşıb, amma yəni heç bir qardaşın deyir sən birinci. heç bir şey yox idi da, yəni ondan nəsə götürməyə falan prosta elə yazırdılar. Nə bilim. Yəni belə. Heç bir dəxlisi yoxdur. Təbii ki, Yox, yox. romantika elə bir şeydir ki, yəni o hamı istifadə edir. Prosta bir sənətər oldu. Mən elə bildim ki, mən bildim Yapon birincidə. Yapon paylaşdı, bir 4-5 dəqiqədən sonra elə bir motive atıb da ki. Bu yaxınlarda da Motiven Ying Yang adlı treki çıxdı. Mənim də bundan əvvəlki albomun adı Ying Yang. Yang idi. Arkadaş qürur deyirəm sən. İnanmırsan. Sən kompüterə girişi var orada. Həm də ki, burada sən hype mayp zadı belə. Yüzsəz Azərbaycan show biznesinə qulaq asan adamdır. Hələ heç nə eləməmiş, elə hər şey qabaqdadır. Hə, motive belə qulaq asan adamsan, belə qulaq asmısan. Motiven bir trekini bəyənirəm. Milligram da deyəsən adı. 10 milligram idi deyəsən. Siz deyəsən türk repinə Biz o adlarla treklər bəyənmirik. Milligram nə demək ki, var şey? milligram bəyənir. Hə, yəni ki, az. Qramın az ən az aşağısı. Adına 10 qramada. Romantik albomda niyə romantik qoydum? Çünki Qabağını açmışdın Saraçka. albom Nə bildim o. Qızılgül zad var idi. Hə, albomda treklərin hamısı demək olar sevgidəndir. Hamısı yox, 8 trek sevgidəndir və 2 trek repdir. Rep var yəni albomda. Biraz dəyişmək istədim çünki düşünürəm rep mənə çərçivələyirdi. Yəni ancaq rep, amma və fikir verirdim ki, mən başqa musiqilər də bacarıram və onu göstərmək istəyirəm. Ola bilər kimsə bəyənməyəcək, sevməyəcək. İnşallah ki, hamının maraq dairəsinə çevirə bilərəm o albomdan. Məsəl üçün Seybu da bunu demişdi burada. Biraz Seybu'dan bu haqqında danışmaq istədim. Yüngül var danışdıq, tam olaraq alınmadı. Niyə görə sən deyirsən ki, rep məni çərçivəyə salır? Yəni belə şeylər mən ancaq Azərbaycanda eşidirəm. Yəni dünyanın heç bir yerində belə şey yoxdur. Rapper çıxsın desin ki, rep məni çərçivəyə salır. Maddi vəziyyətdə. Yo, maddi vəziyyət deyil. Yo, maddi vəziyyət deyil, onu 100% deyə bilərəm. Məsələ nədir? Məsələ odur ki, reper olanda ümumiyyətlə hansısa vokallı bir proyektlər işləyə bilmirsən. Çünki bizim reperlər
özləri yaradıblar bu çərçivəni. Hamı da onun içindədir. Sən repersən, sən flow eləməlisən, sən qara rep eləməlisən. Ona görə mən ondan, yəni Alexandra məsələn, Alexandra bomba kimi trackdir bura. o repdir. Şəhət elədi ya, sən yadımdan da. Bax tək sən kim fikirləş, tək sən kim fikirləşmirlər. Bilmirlər də, ona görə bilmirəm. Mən bilirəm, onlar bilmirlər. Belə tracklərdə albomda. Elə track zordur, bu rapdir. Bu demədə bunu demək ki, bu rap deyil. Yəni məsələn sözü bağlan kəsirəm, Əzəl məsələn, Əzəl fəlakət mahnısını eləyir. Onun yəni paralel olaraq rapini də eləyir, o musiqini. Əlbəttə, yəni söhbət rapdən Kendrick Lamar'ın da SZA ilə trackləri var. Deməli ki, Kendrick Lamar rap eləmir. Rap eləyir, prosta sevgi haqqında rap eləyir, münasibətlər haqqında eləyir. Riol'un trackləri rap deyil ki. De hardasan, rapdir də. Rapdir. Şuda qutardı getdi. Amma Alexandra de hardasan səncə eyni janrdır? Rapdir də, Alexandra rapdir. De Alexandra demək istəyirəm əlbəttə, niyə görə bilmirəm. De Alexandra de hardasan da fitdir. Alexandra bomba trackdir. Çox sağ ol. Albom düzdür, mənim xoşuma gəlmədi. Bunun haqqında İngiliz belə resensiyada yazmışdım. Xoşuma gəlmədi albom. Ola bilər. Çünki sən ümumiyyətlə son vaxtlar rap haqqında danışacağıq. Şükür Allah. Sən ümumiyyətlə son vaxtlar çox eksperiment eləyirsən və eksperimentlər heç birinə elə bir dəymir də mənə görə. Bax Alexandra mənə görə dəydi. Yəni Alexandra pik idi və sən o yöndən gedə bilərdin o albomdan sonra. Amma məsəl üçün Aydaniklə fit elədin, niyə elədin, mənə çatmadı. Yəni lazımsız fit. Murat yox, o vaxtı Ayaz Babayev, Ayaz Babayevlə fit elədin, o da uğursuz fitdir mənə görə. Yəni track olaraq uğursuz. Okey, bəlkə baxış gətirdi. Yox, razıyam. Amma uğursuz fitdir. Sonra bir dənə də sən fit. Okaberlə niyə fit belə? Oka gəldi bizə dedi ki, Svodka problemi var. Oka dedi ki, dedim ki, buradan svodka eləmək lazımdır. O vaxtda Yaponu görməmişəm. Yapon da belə buraxdı. Okaber o buydu Okaberlə. Bilmirəm sən orada Okaberin adından mı çəkindin? İstədin özün də Okaber kimi nəsə eləyəsən, özünü unutmusan həmin trackdə bəlkə də. Çünki Okaberlə tərzdə çox oxşar idi. Başa düşürəm, Okaber çox böyük bir statuyadır hazır rapdə və sən onun yanında nəsə fit eləyəndə əlbəttə ki, sən istəyirsən ki, ən azı onun səviyyəsində nəsə eləyəsən. Amma Yaponda Okaberdir. Yapon olmalıdır, Okaber olmalıdır. O trackdən mən çox şey gözlədim ki, o track partladacaq, nəsə olacaq, nəsə səs-küy. Amma elə bir bəyənmişəm tracki. Hansını? Okaberlə. Üstüydü. İndi mən fikrimi deyim. De. Deməli, o proyekt yazılanda fikir vermiş, orada cümlələr qısadır mənim hissəmdə. Oka da elə yazır. Məndə cümlələr uzun idi. Oka gəldi, təklif etdi ki, gəl bunları belə eləyək. Və mən bunu yoxladım, gördüm ki, həqiqətən yaxşı alınır. Mənim özümə də ləzzət elədi bu. Plus da ki, Oka müəllim adamdır, yəni pis bir şey məsləhət görməz. Svodka problemi var idi orada. Svodka problemi mənim yəni qulağıma pis gəlmir. Yəni ola bilər. Məncə svodka da mix masteringdə zövq məsələsidir. Ola bilər yəni. Mənim yenə də deyirəm, qulağıma pis gəlmir. Ya məsələn, sən mənim Mariada albomu bəyənirsən. Okey, amma onun səsləməsi o deyil. Səslənməsi olmaz. İdeyası zordur burada. Sanırsan ancaq ideya olsun, belə demoda olsa olar da. Zaten burada qulaqmısan Mariada və bir şey. Yalan deməyim. Mənə koko, Mən indi bəyənmirəm məsələn o albomu. Amma o track çox bigdir. İdeyası nə idi? Orada Miro ilə də track zordur. İdeya çox sound, autotune falan çox eləmişəm də. Yəni buralıq deyildi o albom. Amma sənə yaraşırdı o autotune. O autotune sırf o fişka sənə yaraşırdı. Romantik Sən yenə də axtarırsan, niyə? Hə, romantik albomunda da axtarmışam. Nə bilim, kəşfdəyəm də. Həyatda da beləyəm. Xaçda kimisən kəşf et. Ancaq axtarırsan. Bir də mən həmişə o maraqlı olub. Bir də şey var idi, sənin trekin hansı ki o qardaşuz zad var idi. Qardaşuz. Onu bütün uşaqlar hamı deyir ki, sən məsələn serioznu orada. Serioznu, 100%. Prat. Yəni mən elə bildim ki, mən bu günə qədər də, yəni sən özündən eşitməsən, mən elə bilmişəm ki, sən prosta mırtdaşmaq üçün eləmisən. Yox, təbii ki, orada obrazın falan var da, yox, yəni mırtdaşmaq üçün eləməmişəm. Yəni orada zarafat tipli bir trekdir, yoxsa tam belə, yəni mən A4-dən bir dəfə spor elədim. Underground rapdir. Prosta qafiyələri elə eləmişəm də. Elə yazanda özümə çox xoş təsir eləyir. Yəni qafiyələri elə bənzədirəm. Yəni elə bir qafiyələnmə bu sənin tərzin oldu. Azrepdə bu sənin tərzin oldu. Düşünürəm ki, düzdür, əlbəttə məndən əvvəl də eləyənlər olub. Bruto qulaqsızsan? Bruto Kaspiski Blues. Hə, təbii ki. O da belə qafiyə eləyirdi. O da belə qafiyə eləyirdi. Mən yəni deyirəm də bir də cəza sözü var dedim. Cəza 22 də belə qafiyyələr. O vaxtı hə, amma daha zəif idi məncə. Yox, daha zəif. Bura pik nə pisdir bura? Demirəm, baba bir yumoristik Sebastian Bach pik trackdir bura. Sebastian Bach, yəni deyirəm məsələn, əgər seriozluğu qoysaq qırağa, oturub qulaq assan, yumoristik tərəfdən çox zordur. Serioz nə deyirsən? Məsələn, perfekt, çox mükəmməl bir şey məncə. Hər şeydə bir 10-a 10 mükəmməllik
mükəmməl bir şey axtaranda məncə Yəni sənin xoş ondan gələn deyil. qabaq Vasmikanets trekin oldu. Ona görə sənə deyirəm ki, çox belə mən bunu işə, yəni seriozla yanaşmağa Ondan ara gəlmirsən. Bax yenə görürsən yenə eksperimentlər. Təbii ki, insan inkişaf eləməlidir də. Yəni inkişaf eləməsə bizim bir hasardan fərqimiz olmaz da, yəni. Kəramətli Kəraməti yoxdur, yapon var. Yox, həqiqətən də, yəni insan inkişaf eləməlidir. Yox, inkişaf eləmək okeydir. Mən razıyam səndən. Mənə xoşuma gəlir. Sən fərqli tərzdə versən. Sadəcə Azərbaycan elə bir yerdir ki, ümumiyyətlə Azərbaycan musiqisi elə bir yerdir ki, özün də görürsən də, show biznesdə indi mahnılar yazırsan. Aygün Kazımova mahnıları misal üçün sənin tərzində olan mahnılar tutuzdurur. Yəni bilirəm Kazımcanın tərzində olan mahnılar tutuzdurur. Çünki bu gördü ki, bir mahnı tutdu, hə bir dəfə də işləyim yapondan, bir dəfə də işləyim Kazımcanla. O fərqliliyi axtarım. Çünki başa düşür ki, yəni bizim millət nə dərəcədə fərqliliyə öyrəşir də, tez öyrəşir. Elə bir şey yoxdur. Məsələn, biz Amerikaya baxırıq, Rusiyaya baxırıq, orada 180 milyon, 300 milyon, 400 milyon insan yaşayır. Və biz baxırıq deyirik ki, misal üçün bu yaxınlarda Jack Harlow'un albomu çıxdı və Jack Harlow'un albomu tam olaraq 90-cı illərin R&B Təbii ki. R&B tərzindədir. Talib Kweli, nə bilim, Mos Def tərzində, Common tərzindədir və hamı bu albom haqqında danışır və mən bir rap pərəstişkarı kimi görürəm bunu. Amma məndən savayı bunu heç kəs görmür. Niyə görə? Çünki mən bunu dinləyirəm, mən bunu sevirəm. Ona görə qabağıma o mənim çıxır. Amma baxırsan baxışlarda o əlbəttə ki, Kendrick uzacaq. Yəni baxmayaq ki, bəlkə də bu albom Kendrick'in GNX albomundan daha yaxşıdır musiqi baxımından. Amma o yenə də hansı populyarlıq qazanır? Çünki 300 milyon. Biz 10 milyonuq da. İnsan hər dəfə fərqli göstərəndə bunlar bir səncə öyrəşmirlər ki, məsəl üçün Alejandro oxuyan yapondur. Çıxıb, bu kimdir? Bizdə var axı belə, qaqa oxuyan kimdir? Bu eyni söhbətdir. Ona görə öz fişkanı verməlisən. Necə ki, məsəl üçün pastor, ekspert, Oka öz fişkanı verdilər. Necə ki, sən məsəl üçün yaxşı mənada Okanın dediyi qısa cümləni əyilmisən o fişkanın altında da, yaxşı mənada. Və eyni fişkanı mən bütün reperlərdən də onu şey eləyirəm ki, həmişə söhbət edəndə də burada podkastda. Yəni o öz fişkanı aparmaq lazımdır. Sən çox dəyişirsən məncə. Sürətli rep eləyirdim. Mən ümumiyyətlə elə tanımışam lap karyeramın başlanğıcında. Amma mən onlarla davam eləmək istəmədim də. Çünki bu dəqiqə sürətli rep, yəni fakt da sürətli rep modda deyil, yəni. Dəbdə deyil və plus da bunu mən yəni ürəyim istəmirdi eləmək. Razıyam. Mənə zəhləm gedir sürətli repdən. Tekno ilə zəhlən gedirdim sənin. Sürətli rep zordur, amma indi bərk. Tekno. Doğrudan. Bərk. Gör mən kimlə veriş aparıram da, bax. Amma mən eşitmişəm, mənasız proses sözləri. Əlbəttə mənasız toplumudur teknoyda. İstedad da bırax. Sadəcə Tanrı verib də bu lingvistik istedadı ona. Cəza da pis idi. Twist belə də twist da. Twist da əla. Sürətli deyənlərin arasında bir Eminem'dir, bir Rugged Man'dir, bir də Busta Rhymes'dir. Qalanların hamısı yəni ya da Tekno'dan nə var? Yox da burada Tekno'yu şişirmişsiniz də vallahi. Yox, əla deyil. Yox. Tek əla. Biz nədən? Sən sonra dəyişdin. Bu Alejandro tərzi görəndə mən Yaponçik движение eləyir. Sonra yenə elə bir şeylər eləmişəm romantikdə. Bu zordur. Qulaqasacam romantik. İnşallah. Nə vaxt çıxır? Yəqin ki, bu ayın axırına səslənmədə biraz uzanmalar var. İnşallah. Əslində fevral ayı reliz olunmalı idi. Prosta biraz uzandı məsələlər. İnşallah aprelin sonuna fikirləşirəm. Hava isinməmiş paylaşmaq lazımdır. Bir sən elə mahnıları. 100%. Səncə o düz söhbətdir ki, yəni ki, bu hava soyuq olanda romantik mahnı daha yaxşı girir. O necə bizim xudilər ki, qarşı hava isinsin, satılmayacaq zad belə. Rol oynayır, amma %100 elə deyil. Rol oynayırsa ustaya aparıb. Ya orada da problem var. Sən həmişə bomba maşınlar sürmüsən. Onu qafiyə eləmək olar. Rol oynayır. Hə, görsən Sebastian baxsa, gəl bir qardaşım versin də sən rol oynayır. Rol sözü yoxdur, bura. Roldur. Hə? Rol. Azərbaycanda roldur. Rol deyil o. Rol sözü roldur zətdir. Rol deyil. Rol. Azərbaycanda da roldur. Özümüzdə deyirlər roldayam da qaqa. Hə də. Mən daha roldayam. bomba. Sən bir toyuq deyir rolun içində. Səlis səslənir. Bu da kafedə də toyuq edir. Hə, deyirsən ki, o hava da öz rolunu oynayır. Rol oynayır. Amma bax da bina hələ bir ki o qədər də isti vaxtda çıxır. O qədər soyuq vaxtda çıxmamışdı. Qışda çıxmışdı, yox? Yox. Səhv eləmirəmsə mayda çıxmışdı. Bəli, mayda çıxmışdı. May ayında belə son zəng valmasıdır. Həmişə isti olur. Binanın başqa bir teoriyası. Amma o da bildim də, amma yenə də ki istihamı var idi. Yaxşı mahnı səncə havaya şey var. Onu demək istəyirəm də. Deyirəm yəni %100 elə deyil. Amma rol oynayır yəni. Səncə deyib, show biznesdə belə şeylər var ki, məsələn də
Ən çox ordadır. Hə, mən Qardaşım. yay mahnısı yazıram. Rap-in ona dəxlisi yoxdur. Ümumiyyətlə nəinki rap, любой janrında. Bu sırf show business-ə gedirəm. Sən hit yazmaq istəsən, yay üçün hit yazırsan, qış üçün hit yazırsan. Qış üçün hit yazır, kurtkan qalın geyin. Zət nə yazırsan? Tufan var. Ay sağ. Amma o görsən o show business deyil. Jack onu bunun üçün yazmamışdı. Show business deyil ha. Jack bunu sadəcə fikirləşdi ki, gözü soyuq idi, kurtka evdə qalmışdı. Buradan Ceyhuna da salamlar. Ceyhunla da fitim var. Var. Özür deyir ki, Ula prosta bala. gəlmişdim studiyaya, Yapona deyəm, dedi bir dənə fit eləyək. Elə deyirsə, elədir. Sən də Xoşuma gəlməmişdi. Nə? Ceyhunla olan fit. O da sənə görə eksperiment idi. Hə, o da eksperimental idi. Niyə orada rep eləmişəm? Elə bir Heisenbergdir, ancaq eksperiment eləyirdi. Rap eləyib də, sən Rap eləyib. Mən demirəm ki, rap eləməyib. Prosta eksperimental rap eləyib. Əslində sonra da Yapon hədəfə dəyişir bu mənada. Yəni sırf dinləyici, Yaponun dinləyicisi üçün. Aksda dinləyici demişkən, bu mövzu məndə var idi. Sən biraz apardın tərəfə. Yapon sən bir ara çox populyar idin azında. Həddindən artıq çox populyar idin. Trekləri. hansı trek partlamışdı kiminlə? Murat, mənə görə mən Yaponu hardan tanıdım? O trek var. Dön gəl geri, kölgəmə Epi ilə duet, hə. Oy, belə ölürəm də bu trek üçün. Bu treki Epi ilə dostlaşmışdı oje. Hə, dostlar. Bu treki yığışın 200, təzədən remasteri buraxın. Bu trek yenə partladacaq. Çünki bu kanta çox pikdir. Biraz sözlərdə də dəyişə bilərsiniz. Çünki Eləmək o olar. vaxt sizin 17-16 yaşınız var idi. İndi daha böyümüsüz, başqa bir məna qata bilərsiniz. Amma nəqarət qalsa, yəni ölürəm də bu mahnı üçün mahnı çox pis Kantası gündədir. qəşəngdir. Kantası çox pikdir, amma Svotkası çox pis Hətta gündədir. həmin Amma yenə də dövrünə- qulaq asıram da ona. Şamxal içdirsən də. Şamxal eləmişdi onu. Şamxal eləyib, şamxal eləməyib. Yox, Şamxal eləməyib onu. Hanı mənə pulu şamxal eləyib. Hanı oynarsan sağ. Hanı pul belə pis deyil trek, yaxşı Sofkası trek. yaxşı idi. Dueti zor idi. Kimdən? Epi ilə tanıdım zor idi. Hə, Elə bir razıyam. Redmonddan metod mən elədim. Razıyam. Batıldı ona görə yanılır idi da. Ondan yəni partladırdıq. Nə oldu? Kısaca Epi demişkən Yücü BPM-də niyə belə çıxış elədin? razıyam. Mən statusda qeyd eləmişdim. Mən ümumiyyətlə elə layihələrə məsuliyyətli yanaşan bir sənətçiyəm. Bunu çoxsu bilir. Amma həmin anlar, həmin aylar daha doğrusu səhhətimlə bağlı ciddi problemlər yaşayırdım. Yəni ona görə mən full fokus ola bilmədim o layihədə. Yəni gücüm çatan maksimumunu elədim. Yəni dinləyicilərdən də üzrxahlıq elədim ki, mən həqiqətən bilirəm ki, orada necə çıxış elədim, ondan yaxşısını eləyə bilərdim. Yəni belə səbəb o idi. Yəni başqa heç bir səbəb olmaz. Mənim bətullarım da buna şahiddir ki, necə məsuliyyətli yanaşıram işimə. Bax, bir dənə üzr istəyirəm, bunu şey eləyim ki, həm Combatda, həm də ki Under Game-də də o boyda adamların içində cəmi bir nəfər sound check eləmişdi. Bilirsən kim idi? Yapon. Cəmi bir nəfər gəldi sound check-ə. Yəni mən işimə məsuliyyətli. Ona görə mən təəccübləndim ki, Yapon belə şey elədi. Mən bilirəm ki, Yapon məsuliyyətli insandır. Niyə belə alındı? Nəsə yəqin problem var. Hə, problem 100% səhhətimlə bağlı problem yaşadım. Yayda oldu, ciddi bir problem idi. Elə qışın sonları bitdi. Belə yəni indi yaxşıyam. Danışarıq. Bir də olsa bir də gedərəm. Bir də mən prosta hər şeyi başa düşdüm. Bəlkə də mən onu şey eləmişəm. Orada məluna iminlə idi. O sənə nəsə söz atmışdı ki, sən repanç verdin. Mən o yadımda deyil idi. Orada 3-cü hissədə bilmirəm eşitmisiniz yox. Deyirəm ki, mən demişdim, mənə atılan heç bir söz cavabsız qalmayacaq. Yəni birincisi mənim Əhədlə dostluq münasibətim var idi. Və aylar keçib üstündən görürəm mənə söz atır trekdə, Yapondan daha Yapona. Yəni bunu niyə deyəsən axı? Yəni əgər məndə nəsə xoşuma gəlməyən bir şey var, bizim dostluq əlaqəmiz var da, yığ dinə. Dinən ki, bunu belə eləmə. Yapondan daha Yaponam. Orada belə bir şey yoxdur axı punch. Yox, ondan başqa da bir şey var idi. Ox atılmır, yay ox məsələsi. Hə, yay ox məsələsi. O da yəni bu o nə prayov idi ya. Bir də o bitirim də, bir də məlumat temasını bitirim. Hə, yəni belə. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Mən də cavabını verdim. Yəni orada kimə söz atmışamsa, hamısına yəni cavabını vermişəm. Mən başlamamışam da, yəni bifi mən başlamamışam ki, hype falan, mən hype-a ehtiyacım yoxdur. Yəni təkəbbürlü kimi çıxmasın. Yəni belə. Buyur. Yay ox məsələsi. Hə, onu da danış. O niyə belə oldu brat? Deməli, indiyə kimi çoxsa elə bilir ki, o çaşmışam orada falan. Mən yenə də deyirəm. Yəni bu elə bir şey deyil də. Bunu yazdım. Müğənni ifa elədi, elə deyil. Bu müğənniyə kimi bir neçə nəfərdən keçir. Yəni aranjman, mix mastering, prodüser, menecer. Yəni o səhv bir şey olsaydı, yanlış bir şey olsaydı, o üzə çıxmazdı. Yəni mən bunu tam bilinçli halda yazmışam və bunu doğrudur və bunun arxasındayam və hələ də. Nə doğrudur? Yəni yay ox məsələsi. Yəni bunu səhvən olmayıb, onu demək istəyirəm. Bunu qəsdən yazmısınız ki, cəmaət belə danışsın? Qəsdən yox təbii ki. Yəni
Mənim üçün normaldır yayın oxdan çıxması, onu demək istəyirəm. Vizual tərəfdən biraz qəribə görsənir də. Qəribə görsənə bilər də, yəni amma mən onu Amma elə yazmışam. orada o neçə nəfərdən keçəndə biri qayıdıb deyib ki, sənə bu belə yoxsa heç kim o Yox, söhbət yox, eləməyib. yenə də deyirəm, yox, çünki mən mənim işimə güvənirlər, inanırlar. Yəni bu Yox, qədər bəs ya Yəni mənfi bir şey olsaydı təbii ki, mənə geri dönüb və ümumiyyətlə onu dəyişməmi istəyərdim. Yo, okey, bunu sən götürsən metafora kimi, allegoriya kimi başa düşdüm, amma onun allegoriyasının arxasında nə deyirlər? Yay oxdan niyə çıxsın? Yəni ox yaydan çıxırsa, yay da oxdan çıxmış olur. Yəni bildin nə demək istəyirəm? Ha, tipa bu buradan çıxır. O da ondan Deməli, bunlar çıxmış bir-birinin olur. arasında, yəni bu buradan çıxır. Aha. Bu bundan çıxıb bu axı bunu itələyir. Bu çıxmaq deyil axı. Yəni yenə də deyirəm də, o Yox, butulkadan qaz çıxırsa, yox, butulkadan qaz çıxırsa, Qazda qazdan butulka çıxa bilməz axı. yox, o qazdır da, o. Amma bu yay ox məsələsidir. Bu necə başlayalım? Bax, fiziki olaraq gözünün önündədir yay ox. Ox yaydan çıxıbsa, yay da oxdan çıxmış olur. Bir-birlərindən ayrılırlar. Hə, bu sevgiyə əslində sən məsələn başa salım da, bir dənə qardaşa qulaq as. Sevgi məsələsi ki, yəni oğlan qızdan ayrılırsa, qız da oğlandan ayrılır da belə. Yəni ki, bu belə sən vizual baxma da buna. Prosta sözün mənası olaraq ki, bu bundan gedirsə, bu da bundan Samimi gedir. məsəf çıxartmaq istəyirəm. Yox, yay oxdan çıxmır, brat. Okey də yox, Migmada var idi, o sən şeydə deyilsən. çıxırdı da. Onsa tək sən deyilsən belə fikirləşən. O sən nəyə görə ən çox şeydə qrammatiki olaraq hə də düz gəlmirdi. Yəni mexançılar zətlər də məncə çıxdılar şeylər. Mexançılar yox, mexançılar deyildi, Ruslan başqaları Müşfiqat idi. dəqiq yazmışdı, mənim yadımdadır. Ruslan Müşfiqat demişdi ki, yəni mən Yaponun karyerasına bələdəm, özüm də onu dinləyirəm, amma yəni belə bir şey Olmaz. Hə, olmaz deməmişdi də, yəni narahatlığını bildirmişdi. Yəni belə. Amma sən ən böyük səhvin nə idi? Mənə görə səhv də deməm. Şey ki, çıxıb onun elə bir abisliniyasını verdin. Ki, mən belə yazmışam, belədir. Okey, mən bir şey deyim. Bax, mən ümumiyyətlə çox soyuqqanlı adamam bu barələrdə. Mən hətta tişörtdə fikirləşirdim ki, yayın oxdan çıxmasın belə. Pik idi. Hə, istəyirdim. Undergame falan ilə çıxmaq istəyirdim. Prosta səhhətim ona imkan vermədi. Niyə görə mən onun elə bir ki, çıxdım, onun açıqlamasını verdim? Çünki mən bir nəfər yığdı və xahiş elədi ki, buna bir açıqlama ver də. Yəni bizi də bezdirirlər, bildin? Aygün Kazımova? Yox, Aygün xanım deyildi. Yəni bax belə. Ona görə mən onu çəkmək məcburiyyətindəydim. Çünki yəni əslində heç kim sən yazmısan, gedib. Hamıdan çox sən gülürdün. Nə bu da Mən gülürdüm, yəni sən nə görə o multfilmə gülürdüm ki, multfilm paylaşmışdılar. O Migmada da. Orada iminli o şey çıxır, ox çıxır yaydan zatda. Mən dedim ki, bəlkə oradan referensdir ona görə də. Və yenə də deyirəm, mən açıqlama verməməli idim, vermək istəmirdim. Yəni prosta lazım idi, lazım idi, elədim belə. Mən misal üçün belə səhvlər eləyəndə hardasa verilişdi zət, qayıdıb deyirəm ki, qəsdən eləmişəm, komment yazasınız. Burada da reperski hardasa ola bilərdi. Əlbəttə. Mən bir dənə də sən indi çox mahnı yazırsan, bütün o mahnı yazanlara o şey verirəm də, o sual verirəm ki, bu mahnı yazandan sonra özünə mahnı yazmaq çətinləşir bir momentdən sonra. Yox, əksinə. Əksinə çoxalır elə. Əksinə, hə, mən romantik albomda indi özünüz dinləyəcəksiniz. Orada elə mahnılar var ki, mən onu satış məqsədi ilə yazmışdım, amma mən onu demo hazırlayanda, Olmadılar. Demo hazırlayanda o prosesdə mən gördüm ki, o mənim vokalıma çox yaraşır. Dedim ki, bunu mənim kimi can verən olmayacaq bu mahnıya. Bu mən özüm ifa eləməliyəm. Ona görə onu alboma əlavə elədim. Yəni sözümü ora gətirəm ki, heç də çətin deyil. Amma bu albom səncə çox itbat olmur, single tək buraxmaq. Razıyam. Çox adam deyir, amma mən albom işləməkdən xoşum gəlir. Yəni bilmirəm niyə. Xoşum gəlir. Ümumiyyətlə sən axırıncı dəfə mən Aygün xanımdan mahnıda görmüşəm ki, şeydir. Ondan qabaq heç bir single zadında çıxmır. Yox, 2025-də produktiv deyildim, razıyam. Amma 2026 çox produktiv başlayıb Aygün xanımla duet, sonra Undergame, indi romantik albomu işıq üzü görəcək. Yəni belə. Aygün xanımın trekdə Çox pikdir də. çox yaxşı trekdir. Çox əladır. Özdə Sən də orada yaxşı ifa etsən. Prosta məncə daha da biraz çox yaza bilərdi. Ola bilər. Çox yaza bilər. Onu da belə cavabını verim. Deməli, burdan cavablı gəlir. Deməli, burdan həmin musiqidə kimi iştirak eləyib, hamıya salamlarımı bildirirəm. Deməli, İsmail Əsədov, o mahnının yazarı İsmail Əsədovdur. Proyekt hazırladı və təqdim etdi ki, burada səni görürəm. Yəni mən də orada heç bir demədim də, yəni bunu biraz uzadaq, qısaldaq. Çünki İsmail Əsədov illərini, yəni bu işə həsr eləmiş biridir. Yəni ona görə də o elə görübsə elədir. Və
Amma da gördüyü sən kimi də yazmamısan. oldu. Yox, mən yazmamışam. Sözləri sən yazmamısan. Musiqi yox, mənim proyektim deyil ümumiyyətlə. İsmail Əsədov onu necə görübsə, elə həqiqətən də tutdu. Çünki o qısa yeri həqiqətən yəni səs saldı. Bəlkə də uzun olsaydı elə səs salmayacaqdı. Ola bilər. Hə. Biz öyrəşmişik, versə zadakı. İsmail bilsə zordur. Əsədim. Əslində sən yaxşı bilərsən, okeanın o tərəfində də yəni belə proyektlər olur. Olur. Kendrick Lamar'la Taylor Swift. Qısa prosta. Rəng Esa Broken Selena Gomez'in də elə kollaborasiyası var. Yes. Yo, qısa İsmail Əsədov ikinci dəfədir dalbadal gedir bizim verilişdə. Amma mən şoka düşdüm ki, sözləri də sən yazmamısan. Yox, sözlərim. Mən bir də sənin mahnında çox elə bilir də. başa pul olmadan fit eləyir. Yox, sözlərim öz hissəmi. Öz hissəmin sözlərimi. Yox, mən elə bilirəm o səni o yazıb. Təbii ki, mən yazacağam. Aygün xanımın sözlərini. Amma başa düşdüm, mən bildim bunu da şey eləyib ki, yəni bu qədər olmalıdır. Yox, bu qəşəngdir. Bu belə mən bir sənə fikirləşdim, açığı deyirəm. Mən fikirləşdim ki, yəni Yapon Aygün xanım danışıb ki, hər dəfə mahnı satıram, bu dəfə satmıram. Sizin üçün mahnı yazıram, amma bir yerdə fit eləyək də. Mənim də hype-ım getsin biraz qabağa. Amma belə yox, elə bir şey olmayıb, yox. Necə albomda fit yoxdur, hamısı solodur. Yox, fit var. Əməkdar artist Lalə Məmmədova ilə, sonra Mətinlə, bir də Ricə ilə duetim var. Üçünə də salamlar. Ricə ilə işləyirsiniz yəni də bir yerdə. Yəni də sound producer odur. Yox, sound producer o deyil, amma yəni yenə də bir yerdəyik də. Düzdür, onun ayrıca bir studiyası var. Mənim inşallah indi yaxında iş uğuzu gələcək. O yeni bir studiyaya çəkiliş falan da eləyəcəm. Tekboss Records 10 illiyi ilə bağlı 2016-cı ildə ilk dəfə açılıb Tekboss. Sən amma Vugarix yandırıb ha Yüngül. Nə? Hə, çəkiliş, hə, bilirəm. Hə, yəni düşünürəm qəvayət deyil. Yox, bilirəm. Hə, söz nə deyirdim yadımda? Tekboss qayıdır 10 ildən sonra təzədən. Tekboss Records səs yazma studiyası qayıdır. O heç bilmirəm, mən nəsə danışırdım ya. Ricə ilə bir yerdəsə ayrı studiyası var, sənin ayrı studiyan var. Hə, yox, yəni sound producerim hal-hazırda o deyil, amma sound producerim o deyil, amma ola bilər hansısa bir proyekt çərçivəsində o ilə bir işbirliyim olsun yəni. Siz Lalə xanımla sənin bir dənə fitin var idi. Bəli, hə, bilirəm. İndi düşün gecələrdir. O düşün gecələr amma çox xoşuma gəlir. Həmin o şeyin yox. İradə İbrahimova Rio kimi deyil də ya. Yox, lirikadır. Elə bir şey deyil. Yox, deyir ki, o mahnı. O mahnı var idi. Düşün gecələrdə. Ha, ya bu sıfırdan yazılmış mahnı. Sıfır mənim düşün gecələr adlı bir mahnım var idi. Hə, onu deyirəm. Onu prosta remaster eləmişik, biraz da verse əlavə eləmişik. Nəqarətdə Lalə Məmmədova, bənddə də bir hissəsi Lalə Məmmədovadır. İnşallah çəkiliş də eləyəcək. Yəni o proyekti çox sevirəm də Romantik albomunda. Mətinlə də proyektimiz mənim xoşuma gəlir. Mahnının adı gözündən gəlsindir. Nəqarəti çox gözəl ifa eləyib. Belə yəni. Neçə trek olacaq albomda? 10 trekdir, bir sketdir. Görüşək. Intro, outro, zaten yox, o Azraq bomba xodlanıb. Rızanın albomu çıxacaq. Epin albomu çıxdı uje. Hamı işləyir. MC Basın albomu. Epin elə konserti də olacaq. MC Basın o cover bir konsert olacaq, nəsə paylaşmışdı. Buyur yax. Extra albom. Extra albom işləyir. Eşitməmsən heç nəsə orada. Yox. Heç kim eşitmir. Məndən başqa. Sən də Qaraqanla fit ola bilər o albomda. Sən də bir bu rap yolunda gedən bir adam kimi. Nə bilim, görə bilirsən onu o albomda. Uzlaşarlar, amma görmürəm. Uzlaşarlar, amma inanmıram albomda duet olsun, nə bilim, bəlkə də olar. Surprise. Amma sən də oradan heç bir reperlə də deyirəm də, daha fit sad eləmirsən. Konkretən başını buraxırsan. Yox, niyə də yox, ola bilər. Seybunla fit olub səndə. Əlbəttə. Seybunla fit olub. O albomdaydı da, o cover nə oldu da? Kim? Yox, mən o demək deyil, yəni. Nə poster qaldı. Amma o demək deyil, rapdən konkret belə. Yox, elə deyil, yəni. Ürəyindən nə keçir onu eləyirsən də. 100% düzünü dedin. Mənim zəhləm gedir də, brat. Ümumiyyətlə bu az rapdə zətdə bu saxta biflər olur, bir-birinə zadına tullayırlar, eləyirlər zətdə. Bunlarda da var idi şeydir, Natanla bir-birinə zadına. Mən bilmirdim, Natan gəldi dedi bizə. Yox, o tamamilə yanlış bir söhbətdir. Yəni Natan burada çıxdı dedi. Düzdür, Natanla aramda heç nə yoxdur, hər şey qaydasındadır, yəni. Biz sevirik o bir-birimizi də. Hə. Danışılmış bir şey deyil, yəni. Bəs deyirdi şeydir, nədir, svodkası zadı mən eləmişəm zadı. Axırıncı disi ola bilər, amma söhbət necə başlayıb, birinci mən dis atmışam, o sonra dis atıb, bu danışılmış bir şey deyil qətiyyən. Yəni dinləyicilərə düzün demək lazımdır. Yəni onları yanlış yönə aparmaq olmaz. Yəni 100% danışılmış şey deyil. Bəs o dis svodkasını mən eləmişəm. Axırıncı disin ola bilər, o da pandemiya momentləridir. Yəni belə alındı, belə elədi. Amma danışılmış bir şey olmayıb. Yəni
disslər necə bir-birimizə diss atmışıq. O danışılmış bir şey deyil. Mən öz studiyamda, o öz studiyasında disslərimizi atmışıq. Bəs o EP ilə Battle-da Naton demişdi, Yapon haqqında orada Yapona söz atdı, sonra Yapon dissi Ay sağ ol. Biz Evil Records-dan sonra dağıldıq. Sonra necəsə düşmənçilik Mic Control-da birləşdik, sonra yenə dağıldıq, sonra düşmənçilik yarandı, sonra EP ilə Battle-da mənə diss atdı. Və ondan qaynaqlanıb, yəni bifimiz. Yəni burada danışılmış heç nə ola bilməz. Sonraki o diss sənin yadında nə demişdi Naton? Nə? Nəsə əvvəlki Battle-da, nəsə Eon Ligada Battle-ınız vardı sizin? Yox, Eon Ligada. O mənim Battle. O nə Battle idi? Vitamin. O Battle niyə çıxmadı? O Battle yapmaq istəmədi çıxsın da. Mən heç nə deməmişdim də orada. Orada Pərviz o vaxt Mic Control-daydılar. Pərviz də yığmışdı za. Orada qardaşın güclü Pərviz Inc yox, Pastor. Pastor. Orada qardaşın güclü performans göstərmişdi. Yox, qəşəng idi o battle. Niyə çıxmadı? Niyə? Mən heç nə deməmişdim. Deyirəm də sən ki, demir qulaq asmırsan qardaşım. Deyirəm ki, Mic Control yaranmışdı. Orada Yapon falan zad vardı. Dedi ki, bəs təzə şey olana görə bu pisdir də, yəni də. Həm də ki, o heç nə deməmişdi. Bir dənə qayıtdı ki, vaxon qoyubsa başqa heç nə demədi. Orada freestyle disdi də. Pərviz sağ olsun o sildirmişdi də, yəni səni xahiş edib sildirmişdi. Deyirəm də şeydə necə ki Under Game-dəki şey, orada da səhhətinlə yəqin problem var idi. Deyəmədi heç nə. Heç nə, yəni konkret bir sən necə bir var nəsə deyəsən elə vaxt şeysən. Çox uşaq idim onda. Bəs yaxşı, Naton niyə çıxıb başa ümumiyyətlə bunu dedi? O vaxtdan yenə danışılmış. EP ilə Battle-da bilmirəm nədən qaynaqlanmışdı. Mic Control dağılandan sonra olmuşdu, bilmirəm. Ümumiyyətlə heç Mic Control-la Option Track də çıxmadı. Option Track-də. Mən heç bilmirdim ki, Yapon Mic Control. Var idi, o şəkil zət də var, yadda idi, hamısı bir yerdə idi. Yadındadır sən. Mən yox idim oradan, mən yox idim. Necə hamı şeydə idi. Mic Control-da mən yox idim. Crime Clash-da hamı iştirak eləmirdi. Crime Clash başqa idi, Mic Control başqa idi. Mic Control başı Pərviz yığmışdı. Mike Cümə idi, Stinky Masta idi, Yapon idi. Stinky Masta da var. Neo Cortex də var idi. O Stinky Masta orada bir dənə track var idi. Ölürəm də o qafiyədən ötürü deyirdi ki, rus dilində deyirdi axı o vaxtı. Nəsə yar kimi, xiyar kimi də. Sən o qafiyanı çox xoşlayırsan. Stinky bombadır. Hələ ondan sonra da bura tərəfi dağıldılar. Heç bir track də çıxartmadı. Çıxmadı. Niyə bilim kim orada oldu. Amma hamımız həvəsli idi, hamımız işləyirdi, yəni orada həqiqətən. Long Mix zad yazılmışdı. Tracklər zad var idi. Türklərlə o vaxt Patron falan Türkiyədə partladı. Onlarla onlarla Sivas zad var idi. Sən o bilirsən, Sebastian Bach, Maldini musiqidə eləmişəm də. Bunu da musiqi. Sən Samir reper kimi başı tanırdın o vaxtı. Yox. Sən o pokoleniyanı görmüşsən. Mənim şəklim var, bura qoyacağam. Yapon şəklim var. Rasim studiyasında. Əhməd dostum İbrahim gəlmişdi Rasimin yanına. Orada track yazmışlar. Mən də gəlmişdim yanına ki, biraz poddeşka eləyim zət. Yapon oradaydı. Dördümüz niyəsə görə şəkil çəkdirdik. Sən o məqsəd girib bir ara Rasimcinin kurğunda onda sən o labela girmişdin. Yoxsa prosta zapisə gedirdin. Bu track var. Yox, mən Rasimlə 800 min nəfər. Yox, orada deyildim. Rasimlə prosta səs yazmaları orada eləyirdik. Nəsə bir dənə elə bir fit var idi axı, bir o klip zat da var idi orada. Yox, bildim FTB falan da var orada. Yox, orada. Orada 800 min nəfər adam var. Hamısı 14 yaşı var. Yadımdadır. Ayda bir dənə də tema var. Onu da həmişə mən zigzaga desən verdim o sal. Yox, bir dənə desən Vasmikanis trackində ki bir dənə o da oradan almış söhbətdir. Bir dənə dedi. Ki şeydən adı Zigə elə bir dənə yer olub ki, orada demirsən ki view elə bura elə bir view səsi qoyarsan. Zigzag qoymayıb trackdə view gedib elə sənin öz səsindən. Yəqin ola bilər biraz komedi eləyiblər onu. Yox, amma mən özüm istəmişəm o səsim orada olsun, biraz kreativ olsun. Doğru. Mən bildim Zigin yadından çıxıb. Sən bildin mi? Yox, Zigə elə şey eləməyib mənə qarşı. Mən dedim şeydə verilişin əvvəlində ki, mən Yaponu hansı trackdən tanıdım. Mən səhv dedim. Mən Yaponu bir hansı trackdən tanıdım. Sən bir dənə trackin var. Sən orada lap balaca uşaq idin. Ziyoma. Hə, deyəsən belə maykada zətdə belə otururdun şeydə. Ağarmı repin rəngi? Nəsə belə bir şeydir. 2 nəfər orada oxuyursun. Ağarmı repin rəngi? O 2 nəfər kim idi? Cavidan Eklad. Pitbull'la zad qatar zad var idi. Birinci partladan tracklər o idi da. O tutmuş. Orada da qəşəng flowlar eləyirdim mən vaxtına görə həqiqətən. Yadımdadır indiyə kimi. Festival vaxtlarda orada. Eləmə qəti bu qələti tökübəti sənəti elədin sən zibil repi mən mənzili. Belə bir şey idi orada. Müzik yolunda dövrünü. Yazır da bura. 15 il bundan qabaq bunu oxuyub bura. 15 il olar. 15 il olmaz. 2012-ci il. 2012. 13 ildə. 13 il. Zor hesabladıq ha, 13 il. 14 il. 15 yaxın 15 il olacaqdı. 14-ün dekabrı idi.
Bəs belə ümumiyyətlə bundan sonra battle zad, vəbşi bunlardan küsmüsən, yoxsa söhbət qanarara gəlib dirənir? Bax, Vale, mən ümumiyyətlə necə başa salım, biraz elə bil ki, tez-tez dəyişən adamam nə barədə, bu musiqi barədə də. Ola bilər 6 aydan sonra tamam başqa fikirdə olum da. Yəni Qayda festival eləyim. Ola bilər konkret qaydım, qara rep eləyim, həqiqətən. Yəni bilmək olmur. Yəni konkret %100 də demək istəmirəm. Yəni burada deyərəm ki, yox çıxmayacağam bətla falan. Ən zəhləmi getdiyim şeydir. Sonra bətla çıxım. Elə olmur da. Amma belə bifin də, amma girdin indi məsəl üçün də axırıncı Under Game-də 3-4 dənə rahat bir bif yaratmısan. Yəni cavab verdim də. Yəni mən inanmıram. Ya onlar cavab mənə versələr belə mən də cavab verməyəcəm onlara. Çünki onlar mən cavabını verdim orada. Orada da bağlandım. Mən istəmirəm repin belə konkret dərinliklərini kimi. 10 ildən çoxdur ordayıq da, yəni ehtiyac yoxdur. Mən başqa şeylər eləmək istəyirəm. Belə yəni. Nə tər başqa şey? Də romantikdəki kimi musiqilər və belə. Əsas məsələyə keçmirik biz. Davay. Tepki, sən, Naton, Niko, Mazi. Orada fırlanır. Yəni deyim, orada şeydir. Çoxsu Mazini günahlandırır. Mazinin orada heç bir günahı yoxdur. Orada qərarları ancaq mən verirdim. Yəni Mazi ay desin ki, yapon onlara belədir, onlara belədir falan. Birinci mən elə bir adam da eləm, elə bir insan da eləm ki, kiminsə fikrini oturum, durum və yaxud da hərəkət eləyim. İkincisi də Mazi elə biri deyil. Elə bir şey olmayıb. Yəni öz fikir xəyalımla yəni hərəkət eləmişəm, qərar vermişəm. Yəni belə. Niyə dəyişirdi bu qərarlar? Çünki tam inanmırdım, yəni proyektə tam inanmırdım. Adam səni Türkiyədə fitvi təşkil eləmişəm, mən pis vəziyyətdə qoyub axır momentdə. Bax yenə də deyirəm, mənim biraz yaddaş problemi var. Bu bir. İkincisi, 13 il bundan yazdım, qabaq yazdım, direkt yadımdadır. də o başqa da, yəni o mənim karyeriramın versudur, yəni. Məsələ nədir? Həmin momentdə elə hadisələr oldu ki, yəni necə başa salım? Hər şey üst-üstə gəlmişdi. Plus da mənim belə tam xatırlamıram, o həqiqətən mənim fikrim danışmışdı ya danışmamışdı. Tam belə inanmırdım da, bildin nə demək istəyirəm. Söhbət Mehdi Sadiq faktor deyil də, Mehdi Sadiq yox. Söhbət Naton faktoru idi. Yox, inanmağa, nə inanmağa? Gedərdin orada battle eləyərdin də. Nə bilim, inam istəmədim də. Yol pulu verirlər. Yox, qonorar yox idi. Yox, qonorar olmasa yol pulu verirlər. Mənim karyeramın elə bir nöqtəsi idi ki, mən düzdür, indi də eləmərəm. Yəni qonorarsız hərəkət eləmək istəmirdim, yəni karyeramda həmin momentdə. Axı o deyir ki, sən özün demisən ki, qonorar yoxdursa, mənə filan kəslə bir dənə duet etmək də. Ki o da deyib ki, problem yoxdur. Gir danışırsan sən ki, yox, ya da istəmirəm. Yox, yenə də deyirəm də, həmin momentdə mənim tam belə %100 xatırlamıram, amma bilirəm ki, nəsə bir moment oldu, mən ona görə razılaşmadım. Buna mən tam əminəm də, yəni. Çünki ən zəhləm getdiyim şeydə kiməsə söz verim, sonra belə, yəni özünüz də görürsüz də, çəkiliş vaxtından tez gəlmişəm bura. Yəni Lüboy proyektdə məsuliyyətli yanaşmışam. Kimisə də yarı yolda qoymaq falan. Yəni Yoxsa sən 1.50 söhbətindən ümumiyyətlə istifadə eləmədin. hə, razıyam. Deyir də ki, səni aldatdılar orada. Yox, elə bir şey olmuyor. Əgər Söz verdilər, eləmədilər. Yəni sənin o proyektin uzandı. Belə bir söhbətlər gəlir. məsələn kimin Prosta söhbət 1.50-ni niyə görə istifadə eləmədim? Yenə də deyirəm, artist tək olanda hərəkət eləməyə biraz çətinləşir. Mən də ona qayıdıram da, qulas mənə indi. Mən nəyə gətirəm? İndi Niko burada danışıb bunun haqqında, Mazi bunun haqqında danışıb, Naton bunun haqqında danışıb. Mənim ağlımda bir zəncir yaranır. Məntiqlə bunu uyğunlaşdırmağa çalışıram. İndi sən də qonaqsan, səninlə bu söhbəti eləyə bilərəm rahat. Bax məsələn sən 1.50 ilə partlatdın. Türkiyədə sənin battle-ın yox, sənin bu hissən partlayıb. Bu proyektdə olub Combat Battle-ın içində. Combat Battle-da da həmin o tepkini belə Combat Battle Bakıya gətirib. Niko ilə Orxan bunu ediblər. Bunu nə Mazi eləyib, bunu nə başqaları eləyib, nə NATO, nə bir şey. Sən bunlarla bir yerdə partlatmısan, sən bu proyektin içində partlatmısan. Bunlar sənə plaşatka veriblər, sən hype vermirsən. İkimiz bir yerdə. Deyirsən ki, mən tək qalmışam. O yaxınlaş Niko ilə Orxana, deyin ki, uşaqlar, bu artıq Türkiyədə belə. Yox, həmin moment mən Niko ilə görüşürdüm. Və Niko bizdə burada olanda danışdı ki, yəni okey, biz hər şey elədik, uje okeydir, hər şey olacaq, növbəti battle falan. Yapon bizə başladı başqa qiymətlər oxumağa. Mənim tam belə yadımdan gəlmir, yəni Ən maraqlı şeyləri yaddan çıxartmısan bura. Yəni həqiqətən yadıma salsaz mən deyərəm orada. Deyim sən söhbət sənə gedir. Burada 3 nəfər danışanlar arasında Mazi də, yəni onların içində idi. Hamısının danışığında yük sənə düşür ki, Yapon yəni səhv qərarlar verdi. Yəni dəqiq bir şey yox idi da, heç bir tərəfdə dəqiq bir şey yox idi. Bu tepki ilə yox battle idi dəqiq. istəmirdin. Tepki Orxanla Nikonun əlində idi.
Yo, Niko ilə biz tepki ilə bətlə çıxmaqsa söhbət yox idi. Sən Natonla danışmışdın. Hə. Amma hala Natondan qabaq da artıq bu sifəzlər var idi. Yəni Niko ilə Dəqiq bir şey yox idi ortalıqda. Dəqiq bir şey ortalıqda bura bir əlli ilə partlatmısan, bir əlli memlə partlatmısan. Buna dəqiq heç kim deyə bilməz ki, sən 100% bundan sonra ulduz olacaqsan şeydə Türkiyədə. Yo, təbii ki. Yo, mən Niko ilə görüşürdüm həmin. Amma prob eləmək olardı da. Məsələn sən de ki, mən güvənmədim ki, orada battle necə olacaq, nə bilim. Yo, söhbət Niko ilə gəlsə, mən Niko ilə görüşürdüm orada. Nikon şirkətin rəhbəri də orada idi. Rəhbəri Niko, mən görüşürdük. Yo. Yəqin ki, nəsə dəqiq bir şey necə başa salım. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Nəsə olmayıb ki, alınmayıb. Yəni mənlik bir şey yoxdur. Yəni mən yaxamı çəkib qırağa dayanmamışam. Yox, alınmayacaq zət. Belə bir şey olmayıb. Yəni elə bir sən Onu tam əminliklə deyə bilərəm. Ümumiyyətlə bu Combat Battle ərəfəsində danışıqlar olmuşdu da, qonorar söhbəti ki, birinci belə, ikinci belə, üçüncü belə. Hələ bir ikincidə elə bir 2 qat yox, hələ bir 5 qat pul da istəmisən deyən, ona görə də ikinci battle. Yox, 5 qat yadıma gəlmir. Yox, 5 qat pul istəməmişəm yəni. 5 qat pul istəməmişəm. 3 qat. Yox, böyük pul istəməmişdim. Yəni yaxşı yadımdadır. Yəni belə. Bəs bu şeydir, 1.50 söhbəti yaxşı, bu pul söhbətini qoyacaq ki, sən hələ bir o vaxtda Türkiyədən nəsə təklif zat gəlmişdi buna görə. Ki o niyə gecikdi vəbşədə? Həmin bu söhbət yadımdadır, prosta mənim. Nə gecikdi? 1.50 trekin var idi. Sən klipi hələ bir 4 il sonra buraxdın, 3 il sonra buraxdın. Orada hələ bir nəsə kimsə sənə ümid verdi, gözlədin, axırda bezdin özün buraxdın. Bilirsən mən ümumiyyətlə kiminsə üstünə atmaq istəmirəm günahları. Yox, sən özün də 100%. Hə, yəni mən ola bilər hardasa mənim də səhvim olub, hardasa qarşı tərəfin də səhvləri olub, amma nəticədə bu alınmayıb da. Yəni necə başa salım? Bu birdən-birə oldu. Yəni plus da ki, yenə də deyirəm, mənim yanımda adamlar olsa belə komandam yox idi. Yəni buna komanda lazım idi. Onu daha da böyük rəqəmlərə çatdıra biləcək. Yəni belə. Onda belə çıxır ki, sən özün orada elə bir private Hətta trek buraxmağa sən komanda lazım deyil. Sən ondan sonra yəni. özün də bilirsən ki, bir dənə 1.50 trekin var idi, hansı ki çıxmışdı, Dubayda çəkmişdin, səhv eləmirəmsə. Bax, o barədə səndən razıyam. Mənim studiyamda var idi. Mən həmin ərəfələr, mən heç olmasa girib bir səs yazma elib coverla da olsa nəsə paylaşmalıydım. Orada mən səninlə 2.50 razıyam. Amma elə bil ki, həmin ərəfələr mən istəyirdim ki, belə çox professional bir iş görüm. O gördükcə də o günlər, həftələr uzanırdı. Özə yayaylar idi mənim yadıma gəlməm. Təsəvvür elə bir günə hər gün 3000 follow gəlirdi mənim Instagramıma. Sənin Spotify-ın da böyüyürdü. Hə, böyüyürdü get-gedə. İndi də pis vəziyyətdə deyil, amma yenə də. Hə, nə idi həmin ərəfə üçün. Həmin ərəfə üçün zor. Əlbəttə. Yəni indi nə demək istəyirəm? Hal ümumiyyətlə həmin ərəfələrdə viral olmaq indi də elədir. Viral olmaq tez elə bir fəstdir də, elə bir ki, partlatdın, 1 həftə, 2 həftə, 1 ay həyatdan çıxırsan. Ondan istifadə eləmək lazım idi. Və alınmadı, gecikdim. Ona görə belə. Bəs yaşa onu gec niyə buraxdım onu? Yenə də deyirəm də, istəyirdim belə biri məsəl üçün kimsə rep cəmiyyəsindən yox, kimsə məsəl üçün deyirdi gəl belə eləyək, oturub onu gözləyirdim. Filan kəs deyirdi, onu gözləyirdim. Elə gözləyə vaxt getdi. Niyə kimisi gözləyirsən burada? Bax məsəl üçün o şans ikinci dəfə olsa ki, inanıram yenə olacaq. Mən yenə böyük yerlərdən səsim gələcək, ona çox inanıram ki, uje daha təcrübəli olacağam inşallah. Ümumiyyətlə Azrep hype hazır deyil. Mən belə baxıram qıraqdan. Azrepdə heç bir rapper hype hazır deyil. Amma beləsi elə bir Türkiyə çıxmaqla, elə bir adi bir dənə 1.50 risindən hələ olmamışdı Azrepdə. Bura mənim prosta işmə kölgə salanlar olub da. Yəni necə başlayım? Məsələn çox eşitmişəm də, yəni 2 sətir partladı. Yəni okey, trek partlatmayım tutaq ki, amma mənim simamı tanıyırlar orada. Mən Azərbaycan reperlərindən çoxsunu tanımırlar, məni tanıyırlar orada. Sən orada bu məqamda məsəl üçün hamı sənə qarşı, sən orada amma deyirlər ki, amma Azərbaycanda çox reperdən söhbət gedir. Onlara desən, onlar deyəcək ki, 2 sətir partladı. Onsuz zaten elə deyirlər də, ad-bad deyirlər. Bəs mən də onu demək istəyirəm də, o düzgün deyil. Mənə görə o düzgün deyil. O düzgün deyil, sən onların ağızlarını bağlamalıydın da. Amma sən bağlamadın, sən imkan verdin ki, o ağızlar danışsın. Nə danışsınlar? Danışırlar da. Fakt sən dediyini danışırlar da. 2 sətirlə partladı. Yox, onlara haqq qazandırmır axı 2 sətirlə partlamaq. Okey, sən də get 2 sətirlə partlat, görüm Türkiyədə partlada bilirsən. Yox, onlar deyirlər ki, mən məsəl üçün Türkiyədə partlatmıram. Okey, alın mən təbii ki, pişiyin əlləri çatmayanda deyəcək ilənə. Okey, mən həmin reperəm. Mən sənə deyirəm ki, ay yapın, mənim işim mem yaratmaq deyil. Mənim işim musiqi etməkdir. O mem deyil axı, mənə görə mem deyil. O sənin üçün mem deyil. Hədə olub mem kimi baxırlar, amma buna mem kimi baxdı. Sən də bir mem elə, nə bilmək Türkiyədə partlat da, yəni. Mən həmin hype-dan hype-ı davamını gətirə bilməsəm də, Allaha şükürlər olsun ki, yaxşı qazancda əldə eləyə bildim. Reklam nəsə olur səndə? Təbii, əlbəttə. Hə, yadımdadır şeydə.
Mehman əməkdir yaxşı. Mən özüm demirəm də. Hə, Pik yaxşı. Rəhman pik eləyərsən. Hə, reklam olmuşdu. Hə, mən reklam deyirəm olmuşdu. bir dənə Və paralel amma daha olaraq, çox ola bilərdi. İki reklam götürdüm və çox da yaxşı qiymətə götürdüm. Yox, okey, əlbəttə ki, sən həmin ərəfədə çox böyük hype-da idin. Amma sən bu hype-dan ancaq müvəqqəti istifadə etdin. Mən- Bir dənə problem budur. Bax, Valihin dediyi ilə tam razıyam. Valih sən bir dəfə də kimsə valih deyir belə. Çoxdan tanıyanlar da, elə çoxdan tanıyanlar da. Valihin dediyi ilə həqiqətən razıyam ki, həmin ərəfədə ən azı bir track səs yazma eləyib paylaşa bilərdim. Yəni başqa şeylər ola bilərdi. Tam razıyam sənə. O barədə. Mən belə düz danışan adamam. Bəs bu Bərbərxana niyə? Bərbərxana da deyirəm, yaxşı, barber shop, Tekpos adlı barber shop var. Mən ümumiyyətlə biznesdə bəxtim gətirmir. Mən dəfələrlə biznes. Mən 2019 yox, 2019-da, 2017-ci ildə hətta Tekpos pub da açmışdım. İndi Pub'u heç mən yadıma Hə, gəlmir. pub da açmışdım. Ona bir krit açmışdım. Alınmadı. Heç kim bilmirdi. alınmadı. Sonra Tekpos barber açdım. O da alınmadı. Sonra Orada özü barber studiya zad nədir? Yəni ziyan işləmədi. işləmədi. Ziyana getmədim, amma işləmədi də, yəni. Verilişim var idi elə bir dənə də. Verilişim Efraim orada hə. qonaq idi. Sözün bitdiyi yer. Hə, söz o niyə davam eləmədi yoxsa? Çünki sponsor Sponsor. artıq dayanmırdı. Sponsor. Görsən bir çəkildi dənə kənara. bizi Evrad öz cibimizdən xərcləyirik hər şeyi. Biz yəni də böyük başladı da. Orada zaman idi. böyük pullar lazım idi da. Orada Çexposa sözün bitdiyi ilə Trikata. bitmə. Mən orada artistlərin hamısına pul vermişəm. Yəni heç kim pulsuz çıxmayıb ora. Kim idi orada? Efraim var idi. Miro var idi deyəsən. Hə, elə hamısına. Yəni Neçə veriş getdi ki? Bir rahat 3 var idi. 8 deyəsən. 8 mən 3 yadımda. Hə, yəni mən Miro mən görmüşəm. Miro, Efraim, Ceko, Ceko da var da, Esap. Türk hesabçısı var idi, düz deyirsən. Yandan tam dəqiq deyil. Hə, indi onu demək istəyirəm ki, artistin pulu var idi, beatmakerin pulu var idi, çəkiliş. Sonra mənim verilişimin tərtibatçısı vardı. Mən ona da qonorar verirdim. Yox, ki sponsor olanda pul verirsən. Sponsor yoxdur. yoxdursa bəs verə bilmirəm. Uşaqlarla danışıb sonra sponsor yoxdur, proyekt eləyir. Okey, artistlər onu qəbul eləmirdilər axı. Artist gəlsin səndən mühümlə pul qazan. Mən bu azrepdə çatmıram. Yəni məndən gəlsin pul qazansın. Belə bacarsan konsert və pul qazan da cəmaət yığ da. Sənə konsert və 3 dənə bilet satılmır. Sən məndən niyə pul alırsan? Əlbəttə sənə ki, razıyam. sən görürsən ki, misal üçün də proyekt edirsən. Biri var ki, sən intervyuya gələrsən, əlbəttə ki, intervyuya gələrsən, heç kim pul verməyəcək. Sən intervyudur, sən gəl, istəsən gəlmə. İndi Kənanın elə hype var ki, yəni rapperin 99% rapper bu qədər hype yoxdur. Gələ buradan hype tuturlar. O başqa məsələdir. Amma deyirəm ki, hansımıza sənin kimi proyektdə də, hə, sən mahnı istəyirsən ya da misal üçün Nikon proyekti var, Echo. Əlbəttə ki, Nikondan mahnı istəyir, əlbəttə ki, onun əziyyəti var orada. Pul verməliyik. Amma sponsor yoxdursa, hardan mən verim sənə pul? Öz cibimdən verəcəm sənə də. Yəni nabrot sən partlat, nəsə çıx elektrik göstər ki, 500 min yığsın, Nikoya göstərsən ki, Niko gördün, mən gəldim 500 min yığdı. Sponsor gələcək bu 500 minə görə. Orada mənim dolyama verərsən. Həmin verilişdə mən silahı tez yerə atmamışdım. Mən gördüm sponsor yoxdur. Mən dedim ki, bunu öz gücümə davam eləyəcəm də. Yəni mən artistlərin birinə də hətta yazmışdım ki, bəs gəl bunu eləyək də. Sponsor yoxdur amma. Mənə 2000 pul dedi. Yəni mən də həmin moment onu eləyəməyəcəkdim. Sən can kimdin? Ehtiyac yoxdur. Əla yaxşı da. Ya, ehtiyac yoxdur. Bu show biznesə girəndən orada elə şeylər yoxdur. At çəkdi Gün yoxdur. kim at çəkir də bizdə bura gəlirik. Mən. Kim at? Sən bir dənə sən at çəkirsən. Sən yaxşı konsert niyə eləmirsən? Heç solo konsertin olmadı. Olub 2020. Olub. 2024-cü ilin avqustun 24-ü. Bir dənə solo. 22-si idi, bir dostuma görə 24 eləmişdim. 22-si də 24-dür da ona görə. Qardaşım. Bəs nəsə planda var yenə də konsert? Hələ ki yox, romantik albomu Gün nə inşallah. qədər mahnım var oxunmalı. Oxumağa yeri yoxdur burada. Mən indi konsertlərdə qınadım. Amma plaşatka yoxdur burada. Kafe. Elektro. Elektroda burada 5000 zad yığmalısan da. İndi hər Yığmaz yapon səncə? Bu niyə ki Yaponu bu bezməz müğənniləri Hal-hazırda yəni ehtiyac yoxdur dəqiqə göstərməyə. Yaponun reallıqla danışmaq Yapon ola bilər ki, real 40.000 dinləyicisi Amma var. gəlmək realdır. söhbəti var. Amma bunlar 40.000-in, nə bilim, 30.000-i ola bilər ki, Bakının kənarındadır. Nə bilim, Sumqayıtda, Gəncədə, Mingəçevirdə. Oradan ora gəlməyə söhbəti var. Amma söhbət xaricdən bir dənə no-name bir artist gəlir. Hamı bilet No name kimdir? Bu dinən kimdir no name gələn? Dinən kimdir? Yəni bu yaxınlarda bir türk müğənni gəlir, yəni. Türk müğənni no name deyil. Biz prosta qulaq asmırıq. Bizdə türk müğənni, Türkiyədə nə qədər müğənni var, Azərbaycanda o qədər onun dinləyicisi var. Mən də burada uca şeylərə baxıram, məsələn, etiketdə zətdə də heç bir adı tanımıram da. Mən indi verilişdən sonra sizə deyərəm bir ad. Yəni nə bilim yəni. Burada deyə bilərsən. Evet, O yazacaq ha burdan ya. Desən də burdan yazacaq. Tapa bilsəz. Prozarfas baxsan ki, Şamrox zad belə. Bunlar kimdilər ha? Məsələn sən bilirsən ki, bizim bilmirəm TV-dədir, YouTube-dadır, indi girirsən evdə hamı baxır da o. Adam var
4 dənə türk serialına baxır həftədə. 4 dənə serial çıxır, o 4-ünə də baxır. Orada bir dənə mahnı səsləndi, Sodo Qaqaş partlatdı da o müğənni. Deməli sən nə qədər Azərbaycanlı var, Türkiyəni qoyam kənara, nə qədər Azərbaycanlı var. O Rusiyada, türk müğənnilər gəlirlər Rusiyada konsert verir. Çünki türk serial Rusiyada partladır. Ərəbistanda türk serial partladır. Ona görə müğənnilər də partladırlar orada, brat. Yəni bu normal bir şeydir. Sən deyirsən ki, mən no name'dir mənim üçün, ya da sən deyirsən no name'dir. Sən bu seriala baxmırsan, sən bir dənə məsəl üçün Aşqa sürgünə baxsan, bilmirəm, gedmir, xəbərim yoxdur. Yox, söhbət odur ki, o gələnlərin məsələn hype-ından heç də əski deyil də. Mən özümü demirəm, qoyuram kənara. Başqa bir reperlərin hype heç onlardan az deyil, amma o reperlərin konsertinə getmirlər. Yox, o seriala baxan insanın pulu var. Serialdan söhbət Reperə getmir. qulaq asan insanın pulu yoxdur. Problem budur. Həmişə kasıb olmuşuq da. Bizim o şeylər həmişə elə olur. Problem bir dənə budur. Ona görə reperlərimiz konsertdə çox ucuz eləməlidirlər. Onun üçün də plaşatka lazımdır. Reper başa düşürəm niyə görə ucuz eləyə bilmirsən. Elektrada konsert eləyib onu biletini 10 manat eləyə bilmərsən. Çünki elektranın pulunu verim. Elektro yoxdur bura. Elektr deyə qoy elektr olsun. Bizim Selektrada old school. Hə, elektr. Kövdəndə deyəsən. Desən təzədən elektro oldu. Yox, bilmirəm. Hə, onu bilmirəm. Nəysə, həmin o plaşatkada sən arendanı 10.000 pul verirsən arenda. Plus aparatura falan 30.000 yığıldı. Hətta alınmırdı. Sən bileti ən azı 50 manat qoymalısan ki, pulunu çıxardasan. Amma plaşatkalar olsa bizdə, bir ara plaşatka bir dənə var idi, açılmışdı Nizami Kinoteatrının altında. Hə, bildim. Yuxarı, Yuxarı. Hə. Mən sevindim ki, bir dənə belə plaşatka, amma o da çox dayanmadı. İndi fəaliyyət göstərir. Yox, bağlandı. İndi adı başqadır. Fəaliyyət göstərdi, prosta adı O başqadır. franşiza getdi də, o bağlandı da. Hə, başqa addır, amma gedir indi yəni. Amma konsert plaşatkaları odur, demirəm, bunu refer eləməlidir. Yəni bunu uje yuxarı instansiyalar eləməlidir. Konsertlər verə bilsinlər cəmaət. Yəni bu belə şeylər konsert Soldat eləmişdin amma sən. Hə, soldat eləmişdim. neçə bilet satmışdın? Xatırlamıram. Tam da məkan araydı. O doğrudan mən DJ idim ya orada. Salam verin. Riski adım düşdü Salam verin. O birdən riski adım düşdü ki, ayda. Sən nə olub bu yaddaşı be? Mənim yaddaşım zəifdir yəni. Kısaca Oldu, Yapon bir dənə trekin spot eləmişdim. Hər dəfə də o çıxır. Aero, pick trek. Ero'da dinlənir və TikTokda o trenddir. O qız necə bomba oxuyur. Eşitmişəm. Linza. Linza? Hə. Adı deyəsən Linza idi, səhv eləmirəmsə. O trek pik idi də. Orada Orada çox şey eləmə, o Hans Trek sfotkaya deyib pikdir biraz. zor mahnı idi. Yox, Dövrün qəşəng. bomba mahnısı. Mən işləmişəm. Özüm airbag zad vermişəm orada sən arada qalasın. Mən işləmişəm vəbşə Hero da, Geroy. Ero yox. Ero nə demək? Ha, Erotika. Düz dedim də. Sən o biz şeyə getdik o kütlə baxımından. Sən çoxlu dinləyicin olub o vaxtlar. Tropos Reski mən düşündüm o bir treka. Və sən elə bil mən hansısa deyəsən Mariad albomunun analizini eləyəndə orada bunu demişdim, səhv etmirəmsə. Dedim ki, Yapon öz publikanı sən kanalda bir 70 min 105 mindir. 105 min. 105 min nəfər kanalda abunə var. Yapon trek buraxa trek məsəl üçün 1 milyon yığmır. Bu sən deməkdir? Çünki Yapon Bakı bizə Miami publikasını növbəti Yaponu hazırlaşdıra bilmir. O tək məndə deyil. Bu dəqiqə YouTube-da baxışlar konkret. Yox, söhbət YouTube-dan getmir. Söhbət sən o vaxtın, yəni Hə, pandemiya başa düşdüm. vaxtında işləyirsən. Pandemiya vaxtında Bakı bizə mənim kommersiya proyekt axı. Onu mən də dinləyəcəklər. onu deyirəm də sən onları hazırlaşdırmalıydın da yavaş-yavaş ki, uşaqlar baxın, mənə dinləyirsiniz. Bir vallahi prosta sən dinləyirsən. Hə, riski dəyişiklik eləmişəm. Sən riski Mariadan buraxdın. Oradakılar da Saç Mariya da qaldı. özü bilmirlər ki, Mariya nə. Bakı bizə Miami oldu. Xoş gəldi mahnı. Cin göstərdi belə Kudu barda. Raf. Ay sağ ol. Buna belə qızlar qulaq asır buna. Riski Mariya da Coco Moco verir. Bu deyir ki, Allah bu nədir ola? Bakı bizə Miami yox, xoş yox, gəlir. məsələsə Niyə? yox. Pis mahnı yox. 8 milyon zat deyir mən bildim. Hə, o qədərdir. Çox böyük baxışları var, amma heç o deyil də. Yox. Mən Yaponun Mariadası bir o trekdir. Amma o trek məni qalan bütün qara treklərimdən çox qazandırıb. O heç başa düşəndə da gedirdim də. Yox, getməmişəm. Infinity. Yəni həmin proyekt partladanda, həmin trekin partladığı dönəmin ən tanınmış klublarına gedib çıxış eləyirdim orada. Mən heç vaxt o səviyyəni salmamışam, qorub saxlamışam. Hansı yox, şansı klub. O da yadımdan çıxıb. Daha da yaxşı gəlim də. Yaponiyada ola bilməz də burada. Yox, Fiko deyildi də indi. Hə, okey, mən demirəm, zor eləmişsən. Orada Fikoda hansı reper ümumiyyətlə çıxış Heç eləyir? Fikoda ümumiyyətlə hansı Fiko ümumiyyətlə rapdən deyəsən ancaq Hətta son Rion'un günə. treki səslənmişdi, Qara Çukurda xas olsa. O da DJ Punch oynamışdı səhv etmirəmsə. Vallahi mən pis gözlə getmirəm. Başqa nə planın var sənin? başqa
Sən o temanı biz fikirləşdik ki, o temanı çox danışacağıq biz. Sən də heç nə Hansı? yazmır deyilmi? O Türkiyə teması ən maraqlı yerdəndir. Yo, mən dedim də, yo, bax məsələn məsələn üstü hər şeyi. Sən dedik hə də mənlik. Yo, ümumiyyətlə verdiyim qərarların hamısının arxasında dayanıram, düzgün və yaxud da səhv. Amma mən heç kimi yarı yolda qoymaq falan belə bir şey olmayıb. Onu əminliklə deyirəm. Yaxşı, infazla niyə istəmədin bax? Dedin ki, onu olmayımdı. Bilmirəm də niyə istəmədim, amma istəmədim, yəni bu qədər sadə. Yəni nə çox da məncə dərinliyə getməyə ehtiyac yoxdur da, yəni. İstəməmişəm prosta. Belə çox da dərinliyə getməyə ehtiyac yoxdur. Dərinliyə mən var idi, qaqaydı. Bax, infaz zəifdir də. Olsun nə brat, yəni cığır da, cığır gedir. Bro, nə cığır Məqsəd getdi də, nə elədi? İndi görəcəkdə növbəti şeydə. Baxardı, mən yenə də o söhbəti açmışdım da ondan ki, məqsədin yəni hype böyümədi də, yəni. Türkiyədə okey nəsə elədi, amma belə baxsan kəsinə Yapanda düz elib getməyib də. Amma bizə məqsəddən sonra Yapon olsaydı, Tepki ilə. bu uje okey olardı. Amma o deyir ki, yanımda deyil. Yo, deyir özüm istəməmişəm. Nə deyim? Yenə də deyirəm, NATO-la aramız yaxşıdır. Hə, yəni sülh sazişi imzalamışıq. Əkbərlə də oyunla da, yəni hər şey qaydasındadır. İndi təzə şeylərin çıxırlar. Yəni bu bir tərəflə barışırsan, bir tərəflə İnşallah ki, başlamaz da, yəni nə deyim. Çünki kimlənsə işləyirsən vəbsə. New School-larla rica idi də, ən azından rica. Uje nə qədər New School deyil, çoxdan da sferadadır. 5-6 il New School da. X tezi var. Prosta o prodüser tərəf, yəni bit. Bit. New School-lardan. Yox. Səncə də ütmür hə? Elə bil ki, biz daha produktiv idik elə bir o vaxtı. Daha çox çıxırdı. Biz daha produktiv idik. İstedadlı uşaqlar var həqiqətən. Prosta yenə də mənə görə yoxdur da. Yəni düşdü bir dənə New School. Mən BVS-dən başqa bir dənə istəyirəm. Efraim New School sayılmır. Yox, Efraim o New School-dur. Efraim neçə ildir Efraim? Efraim 10 yaşında rap deyir, nə New School-u? Mən üçün New School sayılır, indi bilməm bir yox. Yox, nə New School-dur? O 5 ildir Efraim var. Mən Batırıyanda Efraim yanında bu boyda deyirəm. Ala yox, o sənə görə New School. Hə də mən deyirəm mənə görə də. Ümumiyyətlə Azərbaycan rapi üçün. Amma rap vaxtını, zamanını götürsə, Efraim уже çoxdan New School deyil. Okay, Fefe idi adı, fransız. Zeze çox xoşuma gəlir. Trekləri yaxşı deyillər orada. Treklər yaxşı trek buraxmır. Onun obrazı falan nəsə ləzzət eləyir də, belə qaralıq var onda. Amma ki onların uşaqları zordur. Stepandır, zombidir. Skorpion da ordadır. Yox, Scorpio orada deyil. Yox, Skorpion başqadır. Skorpioda. Prosta treklər buraxmırlar da. Yəni yaxşı. Hə, produktiv deyillər. Produktiv deyillər və elə bil nəsə zamanını tutamırlar. Biz o vaxt yəni baxmırdıq da, həqiqətən pul qazanmaq ancaq işləyirdi. Mənim mənim pul çəkilişi var. Mənim pulun çəkilişi Dövlət İqtisad Universitetinin önündə çəkilib. Mənim orada əslində dərsdə olmalıyam. Amma dərsdən zəng gəlir, mən deyirəm yox, gəlmirəm də, qoy qayıb yazılsın. Mən klip çəkilişindəyəm. Yəni çox həvəsliydim. Amma universitetin qabağındayım. Lübay moment dərsə girə bilərəm də, adı da. Yəni çox həvəsli və produktiv idi və fikirləşmirdi pul qazanmaq. Respekt daha önəmli idi. Respekt prosta eləmək istəyirdi də, onu xoşumuz gəlirdi. Yəni belə, hə, respekt təbii ki, respekt indi də önəmlidir. Yəni dinləyicilər olmasa düşünürəm biz də olmarıq. Dinləyicilərin respekti, hörməti olmasa biz də olmalıyıq. Azrepdən kiməsə qulaq asırsan ümumiyyətlə? Azrepdən kiməsə qulaq asıram. Köhnə treklərə qulaq asıram mən. Yox, söhbət Mən yeni biraz treklərdən. yox. Yeni Hətta trek var. yox, artistlərin buraxdığı yeni. Məsələn, EP-nin albomu çıxdı. Yox. Qul dinləmişəm dinləməyinə albomu. Maraqlı albomdur, amma belə konkret playlistə salım falan. Sinapsda 3 dənə trek çıxdı məsəl üçün. Məsəl üçün hansılar? Rio de hardasan. Rio de hardasan. Sonra Şamxal, Amal, O maraqlı kollaborasiyadır. Hə, İradə İbrahimova ilə. Yox, yəni playlistə salmamışam, nə bilim. İndi deyirəm də ancaq zövq məsələsidir də, bu o demək deyil də, o treklər pisdir. Bu mənim mən prosta deyirəm, pis söhbət bazarı araşdırırsan, görüm baxın mənim kolleqalarım nə edir. İndi yadıma salmaq istəyirəm ki, axırıncı dəfə hansı repi Vəfa Şərifovanın təzə mahnısı çıxıb. Ay, o qədər də yox da. Playlistin də dəyişib də, ümumiyyətlə. Belə kimə qulaq asırsan ümumiyyətlə? Xaricilərə. Hə, xaricilər, ümumiyyətlə instrumentallara çox qulaq asıram. Midnight qrupu var, sonra qarışıqdır playlistim. İcazə versəz baxım deyim. Vaxtda. Çox deyəndə ki, rahat olacaq, kimdir? TV-də deyir. Gözə bu dəqiqə. Gəşib də deyirəm də. Araşdırırsa evindəsən, rahat ol. Mətanətə oxşayıram mən. Yer gəlmişkən 27-si ordayam. Xəzər axşamında.
Partlat getsin də. Hə, Kimdən bir də çağırıblar? Hə. Lil Loaded. Dünyasını dəyişib indi. Hə, sonra Metro Gims var. Sonra Eldar Mansurov, Mojave Goats, fərqli Xatar var. Xatarın bir dənə Rap var. durub da. Rap Konkret ümumiyyətlə yoxdur, qulaq heç asır. nə. Deyirəm Xatar deyir, rep yoxdur. Xatar kim deyir? Mən Xatar tax. Alman reperidir. Qara reperdir özü. Tanımıram. Tax. Axır ki, kimisə tanımadın. Brat mən nə bilim. Almaniyada güclü reperlər var. Brat Almaniyada güclü raplər var, əlbəttə ki, yəni yaxşı rap buraxandı, treklər var falan. Amma yəni Alman rapi mənə heç xoşuma gəlir. Onların zövqü. Yo, Alman rep. Alman rapi. Alman Bu repində Sido okey, bu Sido vaxtı. Luciano. Hamza. Luciano yox. Luciano bəyənmirsən? Sən bəyənmirsən. Saçnik edirsən. Hamza. Luciano şeydə intro, Bavariyalaşdı idi. Hamzanı tanıyırdın? Hə. O yanıb indi heç nə eləmir. O Fransaydı, Alman değildi məncə. Doğrudan. Hə, o Fransadır. Hə, sağ ol. Rap bilsən nədir? Rap birinci rap deyəndə ümumiyyətlə ağla nə gəlir? Amerika gəlir də rap deyəndə. Kendrick, indi okey indi ki, Tupac'ı götürəyən onu, bunu. Ya Mambaton gəlmir də ağlıma da. Ramil Nabran da Mambaton edirdi, yox? Bura Mambatonun üstünə də qara rep eləmək olur yəni. Eləmək olur, çox redki hallarda o da sən Yamaykalı olmalısan. Məsəl üçün şey vardı, La Famille Pasili oxuyur. İngilisdir. İngilis rapinə məsəl üçün qulaq asın yoxdur. Amma baxıram ki, bizimkilər bizim arasında Naton gəlmişdi, fransız rap haqqında danışmışdı ən birinci verilişdə. Falan kəsə qulaq asıram, fransız mən tanımırdım məsəl üçün. Sonra gedin baxdılar ki, 500 milyonluq treki var. Yəni bu rapper deyil də burada, bu bir dənə trek 5 buraxır. milyon treki var. Baxışı varsa rapper deyil. Label C5-dir də, yəni o maksimum Sən budur. pisdir label C5. Eşitmisən? Əlbəttə eşitmişəm. Yəni söhbət konkret, yəni dərin rep. Yox, rap yox, dərindən çıxır, musiqi. Musiqi olaraq, yəni fakt. Yəni mən Əladır. hələ 100%. Mən görürsən və deyəndə bu o qədər dıdı-bıdıya qulaq asır zad edir. Şeydən çox. Bilirəm, şeydir, Samir konkret rep Bright istəyir. Phillips Belə zad belə konkret. Yox, brat, mainstream musiqi də savadlı olmalıdır. Bro, Mainstream Level musiqi də yaxşı C5-in olasın. yəni elə bil ki, ilk treklərinə get qulaq as, konkret rep eləyib. Amma görüb ki, fakt rep eləyir. Repi də pis eləyir Sonra də. başlayıb mahnı satmağa da. Repi də pis eləyirdi də. Yəni bilmirəm, Yo, repinə o vaxt qulaq asmışam, amma son zamanlar o elədiyi belə dəli şou Sən ona Al- bir sən niyə görə bəyənmirsən bəlkə də? Sən ona konkret ciddi Kultur rep baxımından. kimi qulaq asırsan. Yox, brat. Hamı mən belə bilir ki, mən istəyirəm ki, hamı rep eləsin. Yox. Mən məsəl üçün Əlizadənin Əylən də oynan prosta o maşında Öyle qoy. bilmirəm, brat. Mənim üçün bu qıjıdır, brat. Mən qıjım anlı öncə əyləneyim. Ay elə də yoxdur. Ondan sonra mən qıjım anlı ilə əylənə bilmirəm. Yox, yaxşı mahnı deyil, brat. Məsələn, miau. Brat. Av deyir ki, qıjım mahnı deyil. Çox əladır. Mən də belə playlistimə salmışam, amma yəni fakt adam iş görür yəni. Onun DJ-nin adı nədir? O əslində Aktoydu. Akto, hə, brat. O vəxşi. Məncə o lap əladır. İminli musiqi prodüser kimi çox əladır. Nə bilim, mənə çatmır, brat. Mənə görə bu qıjıdır. Deyirsən. Mənə görə bu qıjı musiqisidir, brat. Bəs yaxşı, türklərdən kimə qulaq Bax asırsan? Mördə mənə əyləndirir. Baba Mördə trek zordur. Bir dənə oldu ondan Sonra sonra. şeylə, Pahalı. hadisə ilə trek. Sonra bastıqla trek var onda. Bax sən deyirdin Mombatın üstünə qara Bastıq rep. çıxdı. Qara rep olmur. Bax Mördə Yox, mən deyirəm olur, deyirəm eləyirlər. Bu bizimkilərdə alınır. məsələn Mördən pahalı treki var, bombadır. Bahalı zordu. Bastıq nə qız var bir dənə. Zeynəb Bastıq. Zeynəb Bastıq. Bax Zeynəb Bastıqdan trek zordur. Çox ləzzət eləyir mənə. Məsələn, baba trekində mən qoşuram, gedirəm bazarlıq eləyirəm. Tutanda. Çox zor gedir də. Bu da kartoşka azadı. Əylənirəm öz üçün marketdə də belə. Bir dənə su verin də mənə zəhmət olmasın. Yapış bizim bir dənə gözəl sponsorumuz var, New Yorker. O həm böyük bədənlər üçündür, həm də uşaq addellər. Ona görə sənə hədiyyə tapmaq çox rahat oldu. Detski Razmer. Detski Razmer. Ona görə bizim bu gözəl sponsorumuzdan sənə bir dənə gözəl hədiyyəmiz var. Amma xahiş edirəm evdə baxarsan. Ola bilər ki, burada çox xoşuma gəldi. Sağlıqla geyin. Həmişə onsuz da sən həmişə brend geyinirsən. Ona görə də ki, bir dənə də brend üstünə gəldi. Çox sağ olun, New Yorker-də çox sağ olsun, siz də sağ olun. Hə, yəni onlar dönə-dönə tapşırdılar ki, bu hədiyyəmizi çatdırın. Biraz Sağ ol. uşaq haqqında zərbçilikdir.
İndi isə keçək bizim rubrikaya. Keçək. Biraz son podkastdan sonra mən fikirləşdim ki, rubrikanı biraz dəyişək. Arada prosta mənə də denən. Mən də elə də rubrika özü fikirləşirəm, özü gələ baxım da xoyut eləyir hər dəfə. Bu nə rubrikadır? Bəlkə mən Əvvəllər misal üçün biz zəncivari gəlirdik. Misal üçün mən deyirəm sənə pastor yoxsa ekspert, sən birini seçirsən və sonra növbəti gəlir. İndi fikirləşdik ki, belə eləməyək. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Prosta random 2 dənə reper atıram, sən də elə. Pis vəziyyətdə də qoymayaq da insanları Prosta ki. qabaqcadan Mən rahatam o barədə. Hə. Necə istəyirsən. Yəni sırf burada reper olaraq da, yəni Təbii heç ki. bir şey rol oynamır. Sən zövqün kimsə. Ondan da verilişdən sonra kopya Hə, edirsən. yəni Şikayətə gəlirsən bura. Nə edirəm Murat? Yo, mən şəxsi münasibətləri Ayıqla o kaberdə götürüb fikirləşdi. Mən cırnadım. Yox da, təbii ki, o kaber. O da 100% da. 10 vermə. Yo, təbii ki, Orxan Zeynalov da gözəl işlər görür. Yəni konsertlər, yəni Qəşəng qazanır. sold out. Yəni həqiqətən də onu da uğuruna kölgə salmayaq, amma o kaberdir. Range Rover sən qaqalar bundan siz. Efraim yoxsa Epi? Efraim. Bəyənir onu da. Pastor yoxsa Qaraqan? Pastor yoxsa Qaraqan. Pastorla ədavətim olmağıma baxmayaraq mən pasteri seçirəm. Niyə görə? Çünki yaxşıya yaxşı demək lazımdır, pisə pis. Yəni pasterdə yəni yaxşı rep eləyir, yaxşı musiqi eləyir. Düşünürəm əgər yaxşı rep eləyirsə ona pis demək paxıllıqdan başqa heç nə olmaz. Ədavətim olsa belə pasterdir. Naton yoxsa FTB? FTB. Rio yoxsa VVS? Rio, təbii ki Rio. İndi Rio ilə də ədavətim var, amma fakt da yəni VVS-i niyə ora qoydun sənin başa düşdün? Dedim Rio söz atıb qəsdən VVS deyərdi. Yox, məndə elə şey Mən yoxdur. də biraz şükam. Düzə düz, səhvə səhv. Bəs duza? Sən nə elə bir? Mən elə ximəmişəm. Pozursan cəmaatı. O düz deyirsən. O düz vurğuladın sən. Qardaşım Pozan rekord. Babaydı o, mən də eləydim. Balaklava saat taxırsan. Ha. Saat. Axır ki bunu balaklava sad taxırsan. Sad yox, səd. Hə, indi Balaklava saat. Ayda. Hamımız ayrı-ayrı şeydir. Bəli. Orxan Zeynallı yoxsa MC Bas? Orxan Zeynallı MC Bas. Burada konkret rap, Ürəyin necə istəyir? Mənə heç fərqi yoxdur. musiqi Mənə baxımından hype götürsək Orxan Zeynallı dedin də, düzdür? Orxan Zeynallı amma rap baxımından MC Bas da, yəni. Svotka baxmadın. Heç biri də o seçir. Maraqlıdır, maraqlı seçimlərdir. Kimi seçdin? Dedim də, rapdirsə MC Bas, musiqidirsə Orxan Zeynallı. Yəni Orxan Zeynallı daha çox ruhu verə bilir, yəni ruh ötürə bilir treklərində. Mən məsəl üçün onun bir treki var. Karusel. Hə, 40-cı paralel. 40-cı paralel yox. 6-cı paralel. Joseph Abbas'ın bir dənə treki var. Joseph Abbas'ın mən Joseph Abbas'la nəsə. Hə, bildim buz uşağı. Yox, buz uşağı uşağı deyil. deyil. Bildim ki, hansı trek edirsən. Ara O uşağı. trek bax, o trek Bildim mənim hansı trek. həqiqətən Ara xoşuma uşağı. gəlir. Hə, həqiqətən doğulandı. Orikaj doğadım, mən orikaj xoşuma gəlir. Puzzle yoxsa rüzgar? Puzzle yoxsa rüzgar. Maraqlıdır. Rüzgarın köhnə tərzi, belə deyək. Rüzgar bəyənirsən vəbşə? Köhnə tərzinin təzəsini yox. Yaxşı. Yəni o battle vaxtlarını da. Kör yolçunun da yəni battle vaxtlarını bəyənirəm. Yo, rap baxımından kim daha yaxşı reperdir Rap səncə? baxımdan, yəni Rüzgarın son illərini qoysaq kənara, Rüzgar deyirəm. Okay. Okaber yoxsa ekspert? Of. Yoxsa nə seçək də burada. Yoxdur belə şey. Berg içə bilərsən. Ayda. Sənə Mənə görə hər ikisi Azərbaycan rapində toxunulmaz, bu mənim fikrimdir. Amma Abanovska. birini seçməliyəmsə nə bilim. Fitim olduğu üçün yox. Yox da yəni bayaqdan görürsən ki, yəni Yox. orada 2 ad var idi. Onlarla ədavətim var, amma onları seçdim çünki həqiqətən Necə yəni bunlardan biri heç olmasa bir damcı. Mən yolda gələndə fikirləşirdim ki, bu sual verəcəksiniz mənə. Tapanmadım Yox, tapdım cavabı, amma belə deyək də, bax X həqiqətən gözəl yazır və ədəbiyyata çox güclüdür. Yəni bu danılmaz faktdır. Okaberdə yaxşı yazır. Plus da Okaberin də paralel olaraq qara tərəfini bəyənirəm. O
qara treklərini, biraz da vulqar ifadələrlə falan. Ona görə bir tık oka deyərəm, amma yenə də deyirəm, X-la oka mənə görə toxunulmazdır. İnşallah ki, həmişə də elə olaraq qalacaq. Trino yoxsa Tibu? Trino. Tefo yoxsa Aesop Gold? Yaxud Good Selvi. Yox, Tefon yaxşı rəpləri var, amma Aesop da pis deyil. Tefon seçək. Orxan Qarabasma yoxsa Seibo? Orxan Qarabasma yoxsa Seibo? Söhbət rəpdən gedir də, düzdür. Baxa, qara yığacaqsan. Seibo deyək. Batdın. Və axırıncı Elşad Xose yoxsa Anar Nağılbaz? Elşad Xose yoxsa Anar Nağılbaz? Şahla nağılbaza qulaq asmısan 100%. Faiz haramdır, biraz faizsiz danışır. Tüm boy orucluq aydı. Elşad Xose. Axırıncı deyil, axırıncı da var. Okay. A4 yoxsa Cəza 22? O, Cəza 22. Amma A4-ün qafiyələri üçün ürəyim gedir. Amma mən Cəza 22-yə qulaq asıb rəpə gəlmişəm. Deməli bir şey də demək istəyirəm. Aesop Gold'un adını çəkdim, prosta sözü kəsmədim. Aesop Gold'un qızı da xəstəlikdən əziyyət çəkir. Bir növ biraz dəstək olmuş olaraq, onun qızına da köməyimizi əsirgəməsəz yaxşı olar. Allah şəfasını versin. Allah şəfasını versin. Biz onsuz da hər podkastda da olmasa, bir neçə podkastda dəstək istəyirik, yenə də istəyirik. Çünki hesab bizim qaqaşımızdır. On Gucci Elvin olan vaxtından tanıyırsan da. Bir yerdə idi onda. Hə, orada Evil'da da Gucci Elvin idi. Gucci Elvin yəni. O Mehtap Onun bir dənə şeyini də var idi. Aysa, o Mehtap Underground-da da olub da, yadındadır o. Olub. Hə. Siso var idi, deyirdi. Hə. Şahruz mənim müəllimimdir. Düzgün yəni. O indi taksi sürürdü, qaqaş yadında taksi şeydi. Biz mənə söz atırdı, dedi ki, mən Samiri tanımıram. Nasıl Eldar Savaş da dedi, məni tanımayan özünü tanımır. Biz tanıyırıq da. Biz tanıyırıq. Biz deyilik. Eldar müəllim, salam. Freestyle Ən gözəl yerlərə gəlib çatdıq. 100%. O qədər bit sən göndərdim, sən mənə göndərdin. Hansı seçki axırda? Axırda mən sənə göndərmişəm. Yox, göndərməmişəm. Göndərə bilsəydin bitləri qardaşımsa. Sən məni saxla məni, yayda göyərdərəm səni. Tapırsan da belə. Xtezi. Xtezi yığıb. Respect. Yaxşı olsun, Xtezi öpürəm səni. Sumqayt forever. Dəyər yad əlim. Ətrafda çox idi paxıl və xain. Onlar olub olacaq həmişə daim. Qalıb neçə günüm, neçə ilim, neçə ayım. Balaca uşaq edirdi küçələrdə rayım. 2 sətirlə sərhədi aşdım. Qazanıram pullar və gəzdim dolaşdım. Qazanarsam pullar və yadından çıxdı. Dubl yazacaq. Qoy təzdən. Mən Murada oxşuyuram. Arifə hə. Eləmə də, seriozun trackdir. Yox, ona dedim də, dedim Murad oxşar. Yox, belə eləyirsən. Murad oynayıram da. Oynayıram. Bu kəsini becərdi, bilirsən də. Oynamayım sən yox. Double 2. Seriozla. Belə də. Ha. Amma nə isə. Adam oynamaq istəyir də, o iqrovoy mahnı. Ətrafda çox idi paxıl və xain. Adiyanda. Maskamı geyinib mənim üzümü görəndə yəqin gülməyi tutur. Ətrafda çox idi paxıl və xain. Bilirəm onlar olub olacaq daim. Qalıb neçə gülüm, neçə ilim, neçə ayım. Balaca uşaq edirdi küçələrdə rayım. 2 sətirlə sərhədi aşdım. Qazanıram pullar və gəzdim dolaşdım. Uğur qazanarsan salarlar kölgə. Amma yox öfkəm, çünki tapşırdım Allaha. Oldum rahat, ən gözəl hisdi bu puldan baha. Dünənimə, bugünümə, bir də sabaha. Şükür ki deyiləm daxili narahat. Tapşırdım Allaha, oldum rahat. Ən gözəl hisdi bu puldan baha. Dünənimə, bugünümə, bir də sabaha. Şükür ki deyiləm daxili narahat. Haqq olub tək əndişəm, necə pərvanələrin dərdişəm.
Atamın günahıdır anamın saçına dən düşərsə fikrini çəkmişəm. Vaxt olub təklənmişəm, dişimi sıxmışam, ən bəkmişəm. Zavallılara uzanan əlmişəm, dirilmək üçün ölmüşəm həmişə. Ən dibdən gəlmişəm, unutmadım dünəni, unutmadım ən pis vaxtda tərk edəni. Unutmadım yalanı nə olsa da nədəni, yenidən doğulmuşam, öldürmüşəm məni. Öyrədib küçələri olmamalı ürkək, görə gəlmişəm, sən də gör gəl. Uğur qazanarsan salarlar kölgə, amma yox öfkəm, çünki tapşırdım Allaha, oldum rahat. Ən gözəl hisdi bu puldan baha. Dünənimə, bugünümə, bir də sabaha. Şükür ki deyiləm daxili narahat. Tapşırdım Allaha, oldum rahat. Ən gözəl hisdi bu puldan baha. Dünənimə, bugünümə, bir də sabaha. Şükür ki deyiləm daxili narahat. Sağ olun. Freestyle olmasa da yaxşı trekdir. Yox, freestyle deyil təbii ki. Yəni bu trek olaraq Sadəcə bu romantikdə var. Yox, romantikdə deyil. niyə yoxdur? Varda olacaq Gələcək bu. olacaq inşallah. Yox, Yox, hələ yoxdur. Hələ yoxdur. Ekskluziv olaraq bizdə. Bəli. Adı tapşırdım Allaha. Qəşəng mahnıdır. Oradan orada bir Biraz- sətr var. Yox, Çox sətr sağ olun. zoddur. Biraz ola bilər çaşdığım üzr sayarsınız. Saçma da bura. Dubl yapan deyərsiniz. Bundan sonra sferada dubl yap. Dubl orta. Dubl orta. Yəni. Bura çox sağ ol ki gəldin. Axır ki biz bunu elədik. Bu sətdə açdıq. Doğrudan da bundan qabaqçı podkastlara görə verilişə. üzr istəyirik səndən ki. Estağfurullah, üzr sən- düşməmiz olsun. Nəsə alındı ki, alınmadı da, amma axır Xeyirlisi ki beləymiş də. bəli, yəqin ki bu elə o üçündən də ən yaxşısı alındı. Bəli, məncə də. Hər şey çox möhtəşəm oldu. Minnətdaram, sağ Bəzi olun. suallara tam cavab tapanmasaq da yaddaş problemi var. Onda 100% belə balıq yağı zad Magni yer. B6 iç biraz. Ola bilər. Hər 100% o Yaddaş problemi həqiqətən var. Bir daha müalicəm davam eləyir. müharibə yox da müalicə davam edir. Müalicə davam eləyir. Bayramın da mübarək Çox olsun. sağ ol. İnşallah gəlib sana papaq atacağam mən. Xahiş İnşallah. edirəm içinə 2-3 dənə o Acun xanıma yazdığım mahnılardan qoyarsan biz də gedək sataq eləyək. Sənə də yapan uğurlar da partlat, qazan pulu. Minnətdaram. Necə ki rep eləmirsənsə, məncə hələ ki də eləmə. Çünki pul qazanmaq daha vacibdir. İndi şeydə Samirə qulaq asma, yəni ki öz yoluna davam elə. Mən bütün ürək sözlərimi dedim. Sən Mən də imkan olsa Gün xanıma bir dənə səs. Hə, başa düşdüm. sağ ol. Sağ ol, Tez. Sağ ol.